Çingiz Aytmatov. Gün var əsrə bərabər. Qupquru çökəklərdə, otu ələfi quruyub, daza açılmış diktirlərdə o vaxtlarmaq böyük səbir istəyirdi. Səhərdən axşamacan vurnuxan, yeraltı yuva sakinləri olan xırda heyvanların buraxdığı qarmaqarışıq izlərin kələfini açanacan baş hərlənirdi. Gah gücü gəldikcə sünbülqıranın yuvasını eşələyir, gah da saatlarla gözləməli olurdu ki, yağışın yuyub oyduğu sivri daşın altında gizlənən balaca ərəb dovşanı oradan sıçrayıb çıxsın ki, bir anda onu qamarlasın. Siçan ovuna çıxmış ac tülkü beləcə o vaxtlara axtara, uzaqdan yavaş-yavaş dəmir yoluna yaxınlaşırdı. Çöl boyu uzanan köbərin üstündə paralel dəmir yolu qaralırdı. O, tülkünü həm cəlb edir, eyni zamanda da ürküdürdü. Onun üstü ilə ətrafı lərzəyə gətirərək gah bu yana, gah o yana, patıltı-gürültü ilə qatarlar hərəkət edir, özündən sonra da küləyin sovurub yerə yaydığı tüstü, yanıq iynə qarışmış, başqa qıcıqlandırıcı qoxular qoyub gedirdi. Axşam tərəfi tülkü teleqraf xətti yaxınlığındakı sıx, quru və hündür, sirkan kolları bitmiş dayaz dərə kimi bir çökəkdə, tünd qırmızıya çalan, bol toxum bağlamış kolların arasında boz narıncı kündə kimi yumrulanıb uzandı. Qulaqlarını narahatlıqla tərpədə-tərpədə aşağıdan əsən yelin susuzluqdan canı çıxmış quru otlardan çıxardığı zil sızıltısına qulaq verərək səbrini toplayıb gecənin düşməsini gözlədi. Teleqraf dirəkləri də üzüntülü bir səslə inləyirdi. Ancaq tülkü bu səslərdən qorxmurdu. Dirəklər həmişə eyni yerdə dururdu. Onlar tülkünü təqib eləyə bilməzdi. Vaxtaşırı gəlib keçən qatarların qulaq batırıcı səsindən hər dəfə diksinir, nəfəsini qısıb büzüşürdü. Altındakı yerin uğultusundan qatarların dəhşətli hərəkət zəhminin yer basan ağırlığını öz cılız bədəni qabırğaları ilə hiss edirdi. Buna baxmayaraq, yad qoxulara olan nifrət və qorxusunu boğub dərədən getmir, gecəni gözləyirdi. Çünki bilirdi ki, dəmir yolu gecələr nisbətən sakit olur. Tülkü buralara çox nadir hallarda aclıqdan üzülüb əldən düşəndə gələrdi. Qatarlar ara verəndə çöllüyə uçqundan sonra yaranan gözlənilməz bir sakitlik çökürdü. Bu tam sakitlik içində ala-turan çöllük üzərində güclə seçilən, heç kimə aid olmayan, qəlbindən gələn anlaşılmaz bir səs tülkünü şəkləndirirdi. Bu, hava axınlarının tezliklə havanın dəyişəcəyini bildirən əlaməti idi. Heyvancığaz bunu sövq təbii ilə hiss edir, naçar halda yerindəcə donub durur, yaxınlaşmaqda olan ümumi bir bəlanın doğurduğu nə isə qeyri-müəyyən bir hissdən səs çıxarıb ulamaq, vaqqıldamaq istəyirdi. Ancaq aclıq hissi elə güclü idi ki, təbiətin bu xəbərdarlıq siqnallarını da boğurdu. Tülkü yürüməkdən yorulub göynəyən pəncələrini yalaya-yalaya ancaq yavaşdan zingildəyirdi. O günlər axşama tərəf hava soyuyurdu. Mövsümün üzü payıza idi. Gecələr torpaq tez soyuyur, şoran yerlər kimi ağappaq qırovla örtülür, səhər əriyib açılırdı. Çöl heyvanları üçün qıtlıq, qayğı dolu günlər gəlirdi. Yayın özündə də təkəm seyrək görünən ov indi tamam yoxa çıxmışdı. Bəziləri isti ölkələrə köçmüş, bəziləri yer altındakı yuvalarına girmiş, bir parçası da qışlamaq üçün qumsallıqlara çəkilmişdi. İndi hər tülkü bu kimsəsiz çöllərdə tək-tənha səfillənərək yem axtarırdı. Bu ilki bala tülkülər artıq böyüyüb hərəsi bir səmtə dağılmışdı. Döl cütləşmə vaxtı isə hələ qabaqda idi. Qışda o dövr gəlib çatanda tülkülər görüşmək üçün bir yerə toplaşır, erkəklər isə onlara verilmiş əzəli qüvvə ilə süpürləşib vuruşurdular. Gecə düşəndən sonra tülkü dərədən çıxdı, dayanıb qulaq asdı. Dəmir yolunun köbərinə tərəf yortdu. O, sakitcə gah yolun sağı ilə gedir, gah da soluna keçirdi. O, buralarda sərnişinlərin vaqonların pəncərələrindən tulladıqları artıq-urtuq axtarırdı. Tülkü köbərin böyrü ilə çox yürüməli oldu. Qabağına nə çıxdısa iylədi. Bir tikə yeməli şeyə rast gələnəcən əldən ayaqdan düşdü. İyrənc tünd iy verən şeyləri iyləmədi. Qatarların işlədiyi yol qəzet qırıntıları, kağız parçaları, sınmış butulkalar, əzilmiş boş konserv qutuları, siqaret kötükləri və lazımsız zirzibillə dolu idi. Bir dəfə salamat qalmış azacıq butulkadan gələn kəskin iy onun beynini dumanlandırmışdı. Bir-iki dəfə başının gicəlləndiyini duyub, tülkü daha spirtli şüşələrdən kənar gəzirdi.
fınxırıb kənara sıçrayırdı. Tülkünü bu yola çıxmağa aclıq vadar eləmişdi. Tərs kimi də dişə dəyən bir şey tapa bilmirdi. Amma ümidini itirmirdi. Yeməli bir şey tapmaq məqsədi ilə yolun gah sağına, gah da soluna keçir, yürür, hey yürürdü. Tülkü birdən yolun tən ortasında həsləyib dayandı. Qəfil iş üstə tutulan adamlar kimi bir pəncəsi havadan asılı qaldı. Qəlbidə buludlar arasındakı ayın bozumtul ziyası altında o iki relsin arasında döyüşmüş kölgə kimi görünürdü. Onu şəkləndirən uzaq uğultu hələ çəkilməmişdi. Səs hələlik uzaqdan gəlirdi. Tülkü quyruğunu əvvəlki kimi düz tutaraq yoldan çıxmaq istəyir, tərəddüdlə ayağının birini götürüb o birini qoyurdu. Yoldan çıxmaq əvəzinə tülkü dişinə dəyən bir şey tapmaq ümidi ilə yenə də köbərin döşü ilə o yan bu yana vurnuxmağa başladı. Yüzlərlə təkər və dəmir sürtünməsindən qopan səsin qarşısı alınmaz bir zəhmlə yaxınlaşdığını eşitsə də hiss eləyirdi ki, elə bu dəqiqə istədiyini tapacaq. Amma elə bu dəqiqədə döngədən çıxan dalbadal qoşulmuş lokomotivlərin yaxın və uzaq vuran işıqları, güclü projektorları göz qamaşdırıcı işıqla otu ələfi qurumuş çölü bircə anda ağappaq ağartdı və tülkü od görmüş pərvanə kimi özünü ora-bura çırpmağa, yerində mayallaq vurmağa başladı. Qatar isə amansızcasına yaxınlaşırdı. Havanı boğucu yanıq iyi toz bastı. Şiddətli yel qopdu. Tülkü özünü kənara atıb tez-tez geriyə baxa-baxa, hərdən də qorxudan yerə sinərək götürülüb qaçdı. İşıqları şütüyən bu əcaib nəhəng hələ xeyli guruldadı. Xeyli vaxt çarxların səsi kəsilmədi. Tülkü yerində sıçrayır, yenə də var gücü ilə qaçıb buralardan uzaqlaşmağa çalışırdı. Dayanıb nəfəsini dərdi. Dəmir yolu onu yenə də özünə cəzb eləməyə başladı. Çünki bura dişinin altına qoymağa bir şey tapacağına ümid elədiyi yeganə yer idi. Amma qarşıdan yenə də işıq düşdü. Yenə də qoşa lokomotiv uzun və yüklü bir qatarı çəkib aparırdı. Tülkü işi belə görəndə xeyli çölləmə getdi ki, elə bir yerdə dəmir yoluna yan alsın ki, o yerdə qatar olmasın. Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir. Dəmir yolunun hər iki tərəfi ilə göz işlədikcə çöllüklər uzanıb gedirdi. Sarı özək, sarı torpağın özəyi ortası idi. Coğrafiyada hər şey Greenwich meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilirdi. Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Gecə yarı kim isə uzun yolu inadla basa-basa yol çevirən növbətçinin köşkünə tərəf tələsirdi. O əvvəlcə şpalların üstü ilə yeriyirdi. Ancaq qarşıdan gələn yük qatarı onu köbərdən enməyə məcbur etdi. Əllərini üzünə tutub tufandan, çovğundan qorunurmuş kimi sürətlə gedən yük qatarının qopardığı toz torpaqdan qorunurdu. Bu xüsusi əhəmiyyətli qatar idi. Belə qatarlar birbaşa qapalı zonaya, xüsusi yol xidmətçilər olan bir nömrəli sarı özəyə, kosmodroma gedir. Sözün qısası belə qatarlar həmişə çadırla örtülmüş olur. Onu platformalarda dayanmış hərbi gözətçilər müşayiət edir. Yedigey o saat hiss elədi ki, gələn arvadıdır və bu gəliş elə belə gəliş deyil. Onun bu gəlməyinə nəsə çox vacib bir səbəb var. Doğrudan da məlum oldu ki, gümanı düz imiş. Lakin iş üstə olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən, yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik arvadına tərəf döndü. Xeyir ola. Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı. Yedigey onu eşitməsə də onun nə demək istədiyini başa düşdü. Əvvəldən ürəyinə dammışdı. Küləyin qabağında durma, onu köşkə apardı. Arvadının dilindən eşidəcəyi sözü əvvəlcədən hiss eləsə də, Yedigeyi sarsıdan başqa şey oldu. Əlbəttə bunu o əvvəllər də görmüşdü ki, qocalıq artıq onları haqlayıb. Amma bu dəfə arvadının bu uzun yolu tələsik gəldiyindən nəfəsinin daralması, tövşüməsi, sinəsindən qopan xırıltı, arıq çiyinlərinin qeyri-iradə olaraq qalxıb enməsi Yedigeyi bərk sarsıtdı. Ukubalanın göyərmiş üzündəki silinməz qırışlar, əhənglə tərtəmiz ağardılmış güclü elektrik lampasının işıqlandırdığı bu kiçik yol köşkünün divarları fonunda daha aydın görünürdü. Axı onun hamar qara buğdayı üzü qırış tanımazdı, parlaq qara gözləri həmişə od saçardı. Ağzındakı mırıq dişləri bir daha sübut edirdi ki, hətta uzun ömür gün sürmüş qoca qadına belə dişsiz olmaq yaraşan iş deyil.
Onu çoxdan stansiyaya aparıb orada o metal deyilən dişlərdən düzəltdirməli idi. Ax indi qoca da cavan da özlərinə bu dişlərdən düzəltdirirlər. Onun başından sürüşmüş yaylığının altından üzünə yayılan ağappaq saçları da ürəyini neştərlədi. Arvadının belə qocalmasında günahkarmış kimi ürəyində özünü danladı. Gör necə də qocaltdım səni. Yedigey ürəyində arvadına böyük minnətdarlıq hissi ilə susurdu. Bu minnətdarlıq hər şeyi əhatə edirdi. Birgə keçirdikləri ömür günə görə, həm də ərinə sədaqət və hörmət əlaməti olaraq bu gecə yarısı belə uzun yol qət edib, Razyezdin ən uzaq nöqtəsi olan bu yerə gəlib, Qazanqapın ölüm xəbərini ona Yedigeyə çatdırdığına görə idi. Çünki Ukubala bilirdi ki, qohumu zadı olmasa da, hamı tərəfindən tərk edilib kimsəsiz qalmış bu bədbəxt qocanın ölüm xəbəri bircə Yedigeyə təsir edəcək. Otur bir nəfəsini dər, içəri girən kimi Yedigey arvadına dedi. Sən də əyləş. Oturdular. Nə olub? Qazanqap ölüb. Nə vaxt? Elə indi baş çəkməyə getmişdim. Dedim görüm necədir, bəlkə bir şey zad lazımdır. İçəri girdim, gördüm işığı yanır. Uzanıb yerində, amma saqqalı belə bir təhər dik durub. Yaxınlaşıb soruşdum ki, qazı əkə, bəlkə sizə isti çay gətirim. Gördüm ki, səsi tutuldu, qəhər onu boğdu. Qapaqları nazilib qızarmış gözləri doldu. İçini çəkib yavaşdan ağlamağa başladı. Sən bir adamın axırına bax, necə insan idi, ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı. Hönkürdü, ağladı. Axı kimin ağlına gələ bilərdi? Elə beləcə də kimsəsiz, kimsənəsiz öldü. Ukubala demək istədi ki, səmə it kimi kimsəsiz öldü, amma demədi. Sözünü uddu, sözsüz, sofsuz da hər şey aydın idi. Cəbhədən qaydandan bəri Yedigey Boranlı Razyezdində xidmət edirdi. Hamı onu Boranlı Yedigey kimi tanıyırdı. İndi o, divarın dibinə qoyulmuş, stulu əvəz edən, taxtanın üstündə oturub arvadına qulaq asa-asa, bulud kimi tutqun halda düyünlü ağır əllərini dizinə dirəmişdi. Yağlanıb çirklənmiş dəmiryolçu şapkasının günlüyü gözlərini kölgələmişdi. İndi nə eləyək, deyə arvadı sükutu pozdu. Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı. Nə eləyəcəyik? Ölü düşəndə nə eləyərlər? Dəfn eləyəcəyik. O qəti qərara gəlmiş adam kimi ayağa durdu. Arvad, sən qayıt get, amma indi mənə qulaq as. Qulağım səndədir. Osmanı oyat, baxma ki, Razyezdin rəisidir. Dəxli yoxdur, ölüm qabağında hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi 44 il burada can çürüdüb. Qazanqap burada işləyəndə bəlkə Osman heç anadan olmayıbmış. O vaxt heç itliyi ilə burada, sarı özək çöllərində işləməzdi. Amma Qazanqap buradan başının tükü sanı bəlkə lap ondan da çox qatar yola salıb. Qoy bir fikirləşsin, elə belə də deyərsən. Mənə bax, qulaq as, hamını bircə-bircə oyat, pəncərələrini döy. Bir ovuc adamıq, barmaqla saymaq olar, cəmi 8 ev deyilik, hamını ayağa qaldır. Belə adam ölən günü hamı gərək ayaq üstə ola. Birdən narazılıq eləsələr, acıqlansalar necə? Bizim işimiz onlara xəbər verməkdir. Qalanını özləri bilsinlər. Denən ki, mən göndərmişəm. Gərəkməz ki, adamın vicdanı da ola. Dayan. Dayanmışam, de. Əvvəlcə növbətçinin yanına qaçarsan. Bugün növbətçi, dispetçer Şahmərdandır. Ona de ki, bəs belə-belə. Gör neyləyə bilir. Bəlkə mənə bugünlük əvəz tapa bildi. Əgər mümkün olsa, tez xəbər versin. Başa düşdün? Necə deyirəm, elə də de. Deyərəm. Ukubala getmək istəyərkən birdən bağışlanması mümkün olmayan əsas bir şeyi unudubmuş kimi ayaq saxladı. Bəs uşaqları? Əcəb, axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır, ataları ölüb. Yedigey tutuldu, sonra qaşları çatıldı, sifəti sərtləşdi. Cavab vermədi. Ukubala bu söhbətin ərini açmadığını bilirdi. Buna görə də özünə haqq qazandırırmış kimi mülayim bir səslə yaxşı ya pis, uşaq uşaqdır, dedi. Yedigey əlini yellədi. Bilirəm, başım xarab olmayıb ki. Mən də bilirəm ki, uşaqlarsız olmaz. Amma ixtiyar məndə olsaydı heç yaxına da buraxmazdım. Yedigey, bizim nə işimizə qoy gəlib özləri bastırsınlar. Sonra söz-söhbətdən yaxa qurtara bilmərik. Gəlsinlər də mən bəyəm deyirəm gəlməsinlər. Oğlu görəsən şəhərdən özünü çatdıra bilər. İstəsə çatdırar. Sırağa gün stansiyada olanda özüm telegram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır. Daha bundan artıq nə yazmalıydım ona? Özünü çox ağıllı sayır. Başa düşməlidir ki, iş nə yerdədir.
Hə, onda sözüm yoxdur deyə Ukubala ərinin cavabı ilə razılaşsa da, onu narahat edən məsələni də unuda bilmədi. Yaxşı olardı ki, gəlinlə birgə gələydi. Qaynata gəlin üçün yad adam deyil ki. Daha bu öz işləridir. Uzaq zad deyirlər ki. Hə, elə olmağına elədir. Ukubala tərəddüd etsə də razılaşdı. Onlar sustular. Yaxşı deyir, ləngimə deyə Yedigey arvadını tələsdirdi. Ukubalanın isə deyəsən ürəyində yenə sözü vardı. Bəs qızı necə olsun? Ayzadə bəxtiqara qalıb əyyaş əlində, uşaqları ilə. Görəsən stansiyadan özlərini yetirə bilərlərmi? Yedigey acı-acı gülümsündü. Hə, indi hamının dərdini sən çəkəcəksən. Ayzadəyə əl uzatsan çatar. Səhər bir adam stansiyaya gedib xəbər eləyər. Gələr, lap yəqin gələr. Amma bir şeyi bil ki, arvad, nə Ayzadədən, nə də Sabitcandan bizə kömək eləyib əl tutan olmayacaq. Gəlməyinə gələcək, amma adını kişi qoysa da qonaq kimi dayanıb baxacaq. Sən ləngimə, get, necə demişəm, elə də elə. Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı. Təzədən yola düzələndə Yedigey özü onu səslədi. Əvvəlcə növbətçi Şahmərdanın yanına get, ha. Qoy mənim yerimə adam göndərsin. Sonra əvəzini artıqlaması ilə işlərəm. Kişinin cənazəsi bomboş evdə qalıb. Yanında bir Allah bəndəsi yox. Belə şey olmaz. Elə-belə də deyərsən ona. Arvadı razılaşıb yola düzəldi. Elə bu vaxt yolun hərəkət göstəricisində qırmızı işıq göz vurub səs salmağa başladı. Boranlı razyezdinə yeni qatar gəlirdi. Növbətçinin göstərişinə görə onu ehtiyat yola qəbul etmək lazım idi ki, razyezdin o biri başından qarşıdan gələn qatarın hərəkətinə mane olmasın. Bu, gündəlik adi tədbir idi. Qatarlar hərəsi öz yolu ilə hərəkət edərkən, Yedigey köbərin böyrü ilə yeriyən Ukubalanın dalınca baxdı. Sanki yenə nəyisə demək istəyirdi. Əlbəttə, dəfn mərasimi ərəfəsində görülməli o qədər iş, deyilməli o qədər söz vardı ki, hamısı birdən-birə yada düşmürdü. Amma Yedigey indi Ukubalanın qarasınca buna görə baxmırdı. Arvadının son zamanlar necə qocalıb əyildiyinə indi diqqət verib, ürək ağrısı ilə onu yola salırdı. Ukubalanın bu vəziyyəti tutqun, sarı işıq zolağında daha aydın nəzərə çarpırdı. Deməli, qocalıq haqladı bizi deyə fikirləşdi. Hə, biz də daha mənzil başına çat-xaçatdayıq. Bir qarı, bir qoca. Qocalıqdan gileylənsə də, təbiət Yedigeyi sağlamlıq barədə məyus eləməmişdi. Çox cavanlar ona baxıb gözünə su verə bilərdi. Amma hər halda ömürdən gündən keçən günlər də az deyildi. Bir ildə əlavə quyruğu ilə düz 60 il. Deməli 61. Sən bir işə bax, 2-3 ildən sonra mənə pensiyaya çıxmaq təklif edə bilərlər, deyə narazı halda öz-özünə deyinsə də, dəqiq bilirdi ki, pensiyaya belə tezliklə çıxmayacaq. Çünki burada onun yerinə adam tapmaq o qədər də asan məsələ deyildi. Yol nəzarətçisi, üstəlik də yol təmiri fəhləsi təsadüfdən təsadüfə kimsə xəstələnəndə də ya məzuniyyətə çıxanda yol ayıran vəzifəsini də görürdü. Bəlkə əlavə məvacibə aldanıb, susuzluğa zada baxmayıb razı olan tapıldı. Çətin. Get indi cavanların arasında beləsini tap görüm, necə taparsan? Yox, Boranlı razyezdində yaşamaq üçün adamda gərək hünər olsun. Ayrı cür mümkün deyil, yoxsa məhv olub gedərsən. Çöl uçsuz bucaqsız, adam balaca. Çölə heç bir şeyin dəxli yoxdur. Yaxşısan, yamansan, ona nə dəxli var? Onu necə var gərək elə də qəbul eləyəsən. Amma adam hər şeyə belə laqeyd baxa bilmir. Əzab çəkir, darıxır. Ona elə gəlir ki, adamlar arasında olsaydı daha yaxşı dolana bilərdi. Bəxtinin ucbatından bu yerlərə düşüb. Güya bu səbəbdən ömrünü bu çöllərdə xərcləyir. Şahmərdanın 3 təkərli motosikletinin akkumulatoru boşalıb gücdən düşən kimi o da yavaş-yavaş ruhdan düşür. Şahmərdan motosikletini qoruyur, nə özü minir, nə də özgəyə verir. Gərək olanda da işə salmaq olmur, çünki işsiz qalıb, gücdən düşür. Sarı Özək çölünün bu razyezdində yaşayan adam da eynilə onun kimidir. Bir işin qulpundan yapışmadımı, şəraitə uyğunlaşmadımı, burada kök ata bilmədimi, çətin ki, tablaşa bilsin. Ötən vaqonlardan baxan bəzi adamlar heyrət eləyirlər ki, ilahi, insan da bu yerlərdə yaşaya bilər. Hara baxırsan çöldən, dəvədən başqa heç nə görmürsən. Amma yaşayanlar yaşayır. Kimin səbri nə qədər çatır, o qədər də yaşayır. 3 il, ölüm, zülüm, 4 il dözənlər də olur. Bununla da hər şey tamama yetir. Alaçağını alıb, halallaşıb, baş götürüb əkilir. Tək bu yerlərdən uzaq olsun. Boranlıda ancaq 2 nəfər. Qazanqap, bir də özü, Boranlı Yedigey ömürlük kök salıb yaşaya biliblər. Onların ikisindən savayı buraya nə qədər gəlib gedən olmuşdu.
Adamın özü barədə söz deməsi çətindir. Hər halda yaşayıb, təslim olmayıb. Qazanqap burada ona görə 40 il can qoymayıb ki, axmaq adam olub. Yox, Yedigey onu heç 10 adama da dəyişməzdi. Neyləsin? Yoxdur, daha getdi Qazanqap. Qatarlar gəlib keçdilər. Biri şərqə, o biri də qərbə getdi. Boranlının yolları bir müddət boşaldı. Elə bir hər yer aydınlığa çıxdı. Qaranlıq göydəki ulduzlar daha da işıqlandı. Külək də köbərin döşündə hələ də taqqıldayan şpallardakı reyslərin arasında cövlan eləməyə başladı. Yedigey köşkə qayıtmadı. Teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi. Onlar ay işığında hərəkətsiz dayanıb səhərin açılmasını gözləyirdilər. Yedigey başqa dəvələrin arasında özünün 2 donqarlı nəhəngliyi və başının iriliyi ilə o birlərdən fərqlənən nərini tanıya bildi. Onun dəvəsi də sarı özəkdə yüyrəkliyi zoru ilə ad çıxarmışdı. Öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı. Yedigey öz nəri ilə, onun gücü, hətta ipə sapa çətin yatan dəlisovluğu ilə də fəxr edirdi. Vaxtında heyvanı axtalatdırmamışdı, sonra da axtalatdırmağa ürəyi gəlməmişdi. Yedigey fikirləşirdi ki, başqa işlərlə bahəm qara nəri də erkəndən qapıya qaytarıb alıqlamaq lazımdır. Sabah dəfn mərasimində kara gələ bilər. Bundan başqa da çox fikirlər gəlib keçdi başından. Razyezddə isə hələ adamlar şirin yuxuda idilər. Razyezd deyəndə bura dəmir yolunun bir tərəfində salınmış o qədər də böyük olmayan stansiya xidmət binaları dəmir yol idarəsi tərəfindən tikilmiş 6 dənə damı şifirli, qurma taxta ev, bir də ki Yedigeyin öz əli ilə tikdiyi şəxsi evi ilə mərhum Qazanqapın gillə suvanmış daxmasından ibarət idi. Bundan başqa xörək bişirmək üçün tikililər, heyvan saxlamaq və başqa məqsədlər üçün qamış ağıllar, küzlər də vardı. Bir də elektriklə işləyən su nasosu. Bunu axır zamanlarda quraşdırmışdılar. Lazım olanda əl nasosu kimi də işə yarayırdı. Vəssalam, Boranlı dediyin bucğaz idi. Bəli, uçsuz-bucaqsız sarı özək düzlərinin əvvəli axırı olmayan qan damarını xatırladan dəmir yol xətti üzərində şəhərləri, kəndləri birləşdirən, qatarların yolunu səmtləyən məntəqələrdən biri Boranlı Razyezdi bundan ibarət idi. Nəyi vardısa hamısı da göz qabağında, necə deyərlər, küləklərin şapalağı altında. İllahda, qışda, sarı özək çovğunları başlanandan evləri pəncərəyəcən qar basır, dəmir yolunun neçə yerində üzü buz tutub qaysaqlanmış topalar əmələ gəlirdi. Elə buna görə də düzəngahda bu razyezdə Buranlı deyirdilər. Adı da 2 dildə yazılmışdı. Qazaxca Boranlı, Rusca Buranlı. Yedigey hələ yollarda müxtəlif qar təmizləyən maşınların olmadığı vaxtları xatırladı. Maşınlar cürbəcür idi. Bəzisi qarı sovurub fəvvarə kimi yanlara fışqırdır, bəzisi qarşısındakı gəmi burnuna bənzər bıçaqları ilə qarı yarıb yanlara basırdı və s. Bəli, bu maşınlar hələ olmayanda Qazanqapla yolları basmış qar yığınlarını təmizləmək üçün demək olar ki, ölümlə əlbəyaxa olurdular. Üstündən gör nə qədər vaxt keçir, amma adama elə gəlir ki, lap dünən olub. 51-52-ci illərdə elə şaxtalı qışdı ki, Allah göstərməsin. Belə işi ancaq cəbhə ilə müqayisə etmək olar. Məsələn, əlbəyaxa süngü həmləsinə çıxanda, ya tanka yaxınlaşıb altına qombara tullamaq istəyəndə, bir sözlə canından bezəndə. Orada necə, burada da elə. Düzdür, burada adamı öldürən yox idi. Əvəzində adam özü canına qəsd eləyirdi. Onlar öz əlləri ilə nə qədər qar yığını kürüyüb təmizləmişdilər. Vəllərlə hamarlamışdılar. Hələ 7-ci kilometrin qarı. Burada yol çapılmış təpənin arasından enişə gedir. Buranın qarını onlar kisələrə doldurub dallarında təpəyə qaldırmalı olurdular. Hər dəfə onlara elə gəlirdi ki, bu qar çovğunu ilə axırıncı əlbəyaxadır. Bunun xatirinə cəhənnəmə deyib candan da keçmək olar. Təki çölün düzündə ilişib yol istəyən paravozların bar-bar bağıran səsi kəsilsin. Ona nə var? Yolunu aç. İndi o qarlar əriyib, o qatarlar keçib, o illər də ötüb. Belə günlər olubmu, olmayıbmı, indi bu heç kimi maraqlandırmır. İndiki yoxlama təmir briqadaları bura yol üstü baş çəkir. Haylı küylü başqa tipli adamlardır. Görən heç ağıllarına gəlirmi ki, heç inanırlarmı ki, sarı özək məsafəsinin qar basmış yolu və bir neçə əli kürəkli adam. Nağıl danışmayın siz Allah. Onların içində açıq-açığına gülənlər də olur. Axı nəyə görə özünüzü fəda eləyirdiniz? Niyə əzab çəkirdiniz? Nəyin xatirinə? Biz heç belə şeyə gedərik? Aparın, verin ölənlərinizin xeyratına. Atıb gedərdik başqa yerə.
Bəd ayaqda verərdik özümüzü tikintiyə zada. Elə yerə ki, hər şey qaydasında olsun. Filan qədər işləmişik, filan qədər say qabağımıza. Çox vacib, tələsik iş olanda da yığ cəmaatı əlavə muzla işlə. Sizi gic yerinə qoyublar, qocalar, elə gic kimi öləcəksiniz. Belə təzə nırxbazlara rast gələndə Qazanqap onlara fikir verməzdi. Elə bir eşitdiklərinin heç ona dəxli zadı yox idi. Gülümsünərdi. Yedigey isə dözə bilmirdi, mübahisə eləyirdi. Axırda da qanını qaraldıb çəkilirdi. Axı vaxtilə o Qazanqapla indi xüsusi vaqonlarda gələn yoxlama təmir briqadasındakı ağzı göyçək tiplərin dediyi sözlər barədə öz aralarında söhbətlər eləmişdi. Xeyli əvvəllər bu indiki əllamələr tumançaq gəzdikləri vaxtlarda başqa məsələlərdən də danışdıqları olmuşdu. Onlar hələ o vaxtlar dərakələri çatan dərəcədə günü güzəranı götür-qoy eləmişdilər. Sonralar həmişə belə şeylərdən söhbətləri olardı. Şükür ki, vaxtı vardı. 45-ci ildən bəri illah da Qazanqap təqaüdə çıxandan sonra işi düz gətirməyəndə getdi şəhərə, oğlunun yanında qalmağa. Heç 3 ayda keçmədi ki, qayıtdı geri. O vaxt çox dərdləşdilər dünyanın gəldi gedərindən. Müdrik adamdı Qazanqap. Yada salmalı çox şey var. Və Yedigey birdən tam aydınlığı və üstünə hücum çəkən bir ağrı göynək ilə hiss elədi ki, indən belə ancaq xatirələr qalır. Ancaq xatirə. Yedigey danışıq aparatındakı mikrofonunun şıqqıltı ilə işə düşdüyünü eşidən kimi tələsik köşkə girdi. Bu səfeh qurğu əvvəlcə çovğun səsi kimi xırıldayıb vıyıldadı. Sonra adam səsi eşidildi. Yedigey, alo, Yedigey. Mikrofonda razyezdin növbətçisi Şahmərdanın xırıltılı səsi eşidildi. Məni eşidirsənmi? Cavab ver. Eşidirəm, eşidirəm. Eşidirsən? Hə, eşidirəm. Necə eşidirsən? O dünyadan gələn səs kimi. O dünyadan niyə? Nə bilim. Hə, deməli qoca Qazanqapı deyirəm. Şahmərdan baş vermiş hadisəyə münasib söz axtararaq azacıq fasilə verdi. Belə çıxır ki, qoca necə deyərlər, öz şərəfli həyatını başa vurdu. Yedigey ürəyində heyvana bir bax, ey, vəfat eləmiş bir adam haqqında da adam kimi söz deyə bilmir, fikirləşsə də bir kəlmə ilə cavab verdi. Hə. Bir anlığa Şahmərdanın səsi kəsildi. Birdən mikrofon daha bərkdən xırıltı inilti saldı. Nəfəs xışıltısı da ona qarışdı. Sonra Şahmərdan yenə xırıldadı. Mənə bax Yedigey, əzizim, indi ölüb deyə mənə baş ağrısı vermə. Mənim adamım yoxdur. Vacibdir yanında oturasan, oturanda xurtlayıb durmayacaq, deyirəm. Mən də deyirəm ki, səndə qanacaq zad yoxdur, deyə Yedigey hiddətindən bilmədi ki, nə eləsin. Necə yəni baş ağrısı vermə? Sən cəmi burada 2-ci ildir işləyirsən. Biz onunla bir yerdə 30 il can çürütmüşük. Səndə ağıl varsa fikirləş. Aramızda insan ölüb. Onu otaqda tək qoymaq olmaz, yaramaz. Ölü nə bilir ki, təkdir, yoxsa yanında adam var. Biz ki bilirik. Yaxşı, səs-küy salma, qoca, hirslənmə. Səni başa salıram. Nə istəyirsən axı, mənim artıq adamım yoxdur. Onsuz da indi gecənin bu vaxtı nə eləyəcəksən orada? Dua edəcəm, Yasin oxuyacam, el adəti ilə ölünü kəfənə tutacağam. Yasin oxuyacaqsan, sən? Boranlı Yedigey? Bəli, mən, bilirəm, əlimdən gəlir. Pay səni, 60 ildir Sovet hökuməti qurulub. Sən bu sözləri burax Şahmərdan. Sovet hökumətinin bura nə dəxli var? Ölən üçün qədimdən bu yana Yasin oxunur, namaz qılınır. Axı insan vəfat eləyib, heyvan ölməyib ki. Yaxşı, qara qışqırıq salma, get öz bildiyini elə. İndi Caydaq Əlibəyə xəbər göndərərəm, razı olsa gəlib səni əvəz eləyər. İndi ayıq ol, 117-ci gəlir, 2-ci ehtiyat yolu hazırla. Elə bu sözlə də Şahmərdan danışığı kəsdi. Cihazın açarı şaqqıldayıb sustu. Yedigey tələsik yol çevirən makasa yaxınlaşaraq fikirləşdi ki, görəsən Ədil bəy razılıq verib onu əvəz eləməyə gələcəkmi? Uzaqdan bir neçə evin pəncərəsindən parlayan işıqları görəndə xeyli təskinlik tapdı. Yox, adamlarda hələ insaf vicdan var düşündü. Deməli, Kubala boranlıları narahat edib ayağa qaldırır. Bu müddət ərzində 117-ci 2-ci ehtiyat yola qəbul olundu. Qarşı tərəfdən də vaqonların neft çənlərindən ibarət olan yeni yük qatarı gəldi. Aralanıb hərəsi bir səmtə, biri qərbə, o biri də şərqə getdi. Gecə saat 2 idi. Göydəki ulduzların şövqü artır, hər biri özü özlüyündə aydın seçilirdi. Ayın özü də sarı özək göylərində elə bil ki, haradansa aldığı get-gedə çoxalan əlavə bir qüvvə ilə işığını artırdı. Uçsuz-bucaqsız sarı özək çöllərinin ulduzlu göyləri altında isə uzaqlarda dəvələr arasında Boranlının 2 donqarlı nəhəng qara nərinin və yaxınlıqdakı diktirlərin qaraltısı görünürdü.
Qalan yerlər dəmir yolunun hər iki tərəfində qaranlığa qərq olmuşdu. Külək də yatmamışdı. Yerdəki zirzibili xışıldadırdı. Yedigey gah köşkə girir, gah çıxır, gözləyirdi ki, Caydaq Ədilbəy dəmir yolunda görünəcək ya yox. Elə bu vaxt Yedigey biraz aralıda bir heyvan gördü. Bu tülkü idi. Gözləri qırpım çalan yaşıl bir işıqla parlayırdı. O, teleqraf dirəyinin böyründə ölgün bir vəziyyətdə dayanmışdı. Görkəmindən nə yaxınlaşmaq, nə qaçıb uzaqlaşmaq istəyənə oxşayırdı. Burada neynirsən deyə Yedigey zarafatyana deyindi. Barmağı ilə onu hədələdi. Tülkünün eyninə də gəlmədi. Bıy, qudurmuşa baxı, ayağını yerə vurdu. Tülkü azacıq kənara sıçrayıb təzədən söngüdü. Gözünü zilləyib kədərlə baxdı. Yedigey düzü tam ayırd eləyə bilmədi. Tülkü ona baxırdı, yoxsa onun yanında olan nəyəsə başqa bir şeyə. Tülkü bura niyə gəlmişdi? Onu nə çəkib gətirə bilərdi bura? Elektrik işığına gəlib, ya aclıq çəkib gətirib? Tülkünün davranışı Yedigeyə qəribə göründü. Bəlkə bir daş götürüm vurum. İndiki ov özü gəlib girimə keçib. Yedigey yerdən iri bir daş götürüb tuşladı. Qolaylayıb atmaq istədi, amma əl saxladı. Daşı ayağı altına saldı. Hətta onu tər bastı. Tülkünü vurmaq istəyəndə bir əhvalat yadına düşdü. Kimin danışdığını yadına sala bilmədi. Ya təmir üçün gələn tiplərin birindən, ya da oturub durub Allahdan danışan o fotoqrafdan eşitmişdi. Yox, Allahın lənətinə gəlsin. Sabitcan danışmışdı. Deyəsən, ölür Əllaməlik üçün. Təki qulaq asan olsun, təki cəmaatı təəccübləndirsin. Ölülərin ruhunun başqasına köçdüyünü Qazanqapın oğlu Sabitcan danışmışdı. İşə bax, gör adamın ağlına nələr gəlir. Səfihliyə bax. Bu gəvəzəni oxudub öz başlarına bəla eləmişdilər. Əvvəlcə adama elə gəlir ki, pis oğlan deyil. Hər şeyi bilir, hər şeydən xəbəri var. Amma nə fayda? Oxumağına oxuyub, internatda da, institutda da. Digər ki, adam deyil, adamlığı yoxdur. Elə hey özünü öyür, içir, məclislərdə sağlıq deyir, amma işə gələndə heç nə. Müxtəsəri boş qopçunun biridir. Diplomunu gözə soxsa da Qazanqapa oxşarı yoxdur. Yox, fərsiz çıxdı, atasına çəkməyib. Allahın işidir, çarə nədir? Olanı budur. Bir dəfə necə oldusa dedi ki, Hindistanda belə bir təriqət sahibləri var ki, ölənlərin ruhunun başqa bir canlıya, lap qarışqaya keçdiyinə inanırlar. Onlar iddia edirlər ki, insan hələ dünyaya gəlməmişdən əvvəl mütləq nə vaxtsa bir quş, ya adicə bir ev heyvanı, ya vəhşi heyvan, fərqi yoxdur, ya da adicə böcək olub. Buna görə də onlar hansı canlı olursa olsun fərqi yoxdur. Onu öldürməyi günah sayırlar. Yolüstü lap ilana da rast gəlsələr, ancaq baş əyib, təzim edib yol verirlər. Bu dünyada nə əcaib iş desən olar. İndi kim bilsin ki, bunların hansı düzdür, hansı yalan. Bu gen dünyanın sirlərinin hamısını insan necə bilə bilər? Daş götürüb tülkünü vurmaq istəyəndə ağlına gələn əcaib fikir də elə bu idi. Kim bilir, bəlkə Qazanqapın ruhu bu tülküyə keçib. Ölümündən sonra daxması boş, kimsəsiz qaldığı üçün canı darıxıb, baş götürüb gəlib ən yaxın dostunun yanına. Olmaya ağlım çaşır, öz-özünü danladı, amma yenə də tülküyə ehtiyatla yaxınlaşa-yaxınlaşa elə danışırdı ki, güya tülkü onun dediklərini başa düşür. Çıx get, buralar sənin yerin deyil, eşidirsən, get. Yeri çöllüyə, amma itlər olan yerə getmə, get. Allah amanında, çıx get çöllüyə. Tülkü dönüb uzaqlaşdı. Bir-iki dəfə geri baxandan sonra qaranlıqda itdi. Bu vaxt Boranlıya tarak-hatarakla növbəti yük qatarı daxil oldu. Tədricən sürətini azaltdı. Tamam dayanandan sonra lokomotivin maşinisti başını çıxarıb salam verdi. Ey Boranlı Yedigey, əssalamu aleyküm və aleyküm əssalam. Yedigey başını qaldırıb baxdı ki, salam verənin kim olduğunu yaxşı görə bilsin. Bu yolda hamı bir-birini tanıyırdı. Xoşbəxtlikdən gələn tanış çıxdı. Yedigey elə onunla da Ayzadənin yaşadığı qovşaq stansiyası Kumbelə sifariş göndərdi ki, atasının ölüm xəbərini qızına yetirsin. Maşinist Qazanqapın xatirəsinə olan hörmətə görə bu işə məmnuniyyətlə razılıq verdi. Bunu da vəd elədi ki, Kumbeldə qatar briqadaları dəyişiləsi olduğu üçün Ayzadə yetirib hazır ola bilsə, onu ailəsi ilə birlikdə özü gətirər. Bu etibarlı adam idi. Yedigey bir yüngüllük hiss etdi. Deməli, vacib işlərdən biri görülmüşdü. Qatar bir neçə dəqiqədən sonra hərəkətə gəldi. Yedigey maşinistlə xudahafizləşəndə gördü ki, sürətini artıran qatarın böyrü ilə Caydaq bir adam gəlir. Diqqətlə baxıb Ədilbəyi tanıdı. Yedigey növbəni Caydaq Ədilbəyə təhvil verənə baş vermiş hadisə haqqında danışıb, ah ufla,
Mərhumun xatirəsini yad eləyənə kimi Boranlıdan 2 qatar da keçdi. Yedigey işlərini qurtarandan sonra evə yollandı. Yolda bayaq unudub arvadına deyə bilmədiyi söz yadına düşdü. Daha doğrusu arvadı ilə məsləhət etmək istəyirdi ki, Qazanqapın ölüm xəbərini qızlarına və kürəkənlərinə necə yetirsin. Yedigeyin 2 ərli qızı tamam ayrı səmtdə, Qızıl Ordanın yaxınlığında olurdular. Böyük qızı düyüçülük savxozunda işləyirdi, əri də orada traktorçu idi. Kiçik qızı isə əvvəlcə Qazanlı stansiyası yaxınlığında olurdu. Sonra ailəsi ilə birlikdə bacısı ilə yaxın yerə köçmüşdü. Onun da əri elə o savxozda sürücü işləyirdi. Düzdür, Qazanqap onlar üçün dəfninə gəlmək vacib olan doğma adam olmasa da, Yedigey belə hesab edirdi ki, Qazanqap onlara qohumdan da yaxındır. Qızları Boranlıda Qazanqapın gözü qabağında böyüyüb ərsəyə çatmışdılar. Kumbel stansiyasındakı internat məktəbində oxumuşdular. Onları internata növbə ilə gah Yedigey özü, gah da Qazanqap aparmışdı. Qızlarının uşaqlıq çağlarını xatırladı. Xatırladı ki, tətilə gedəndə və ya tətildən qaydanda qızlarını qara nərin belində necə aparıb gətirərdi. Kiçik qız qabaqda oturar, böyüyü arxada, ata da ortalıqda. Bax beləcə hər üçü bu 3 saatlıq yolu gedib gələrdilər. Qış aylarında qara nər lövhəm getsə də, Boranlıdan Kumbelə yol daha çox çəkirdi. Qızlar dərsi qurtarandan sonra geri qaydardılar. Yedigeyin vaxtı olmayanda qızları Qazanqap aparardı. Qoca onlara lap doğma ata qədər yaxın idi. Yedigey qərara gəldi ki, səhər onlara telegram vursun, imkanları olsa gələrlər. Hər halda bilsinlər ki, qoca dünyadan köçüb. Sonra yol gedə-gedə qət elədi ki, sabah tezdən hər şeydən əvvəl qara nəri örüşdən gətirsin. Çox lazım olacaq. Ölmək də elə öləni bu dünyada abırla bastırmaq da asan məsələ deyil. Bir də görürsən ki, filan şey yoxdur, filan çatışmır. Gərək hər şeyi özün tapasan. Kəfəndən tutmuş, ehsan ocağı üçün odunacan. Elə bu andaca havada bir təlatüm əmələ gəldi. Bu cəbhədə adamın ayağının altında yer titrədən güclü partlayış dalğasına bənzədi. Gözünün qabağındaca çölün o başında, deyilənlərə görə Sarı Özək kosmodromunun yerləşdiyi tərəfdən göyə nəsə odalov qasırğasına bürünmüş bir şey dikəldi. Yedigey döyüküb yerində mıxlandı. Kosmosa raket qalxırdı. O hələ belə şey görməmişdi. Bütün Sarı Özəklilər kimi o da bilirdi ki, 40 kilometr aralıda, bəlkə biraz da az, Sarı Özək kosmodromu yerləşir. Onu da bilirdi ki, Toqrek tam stansiyasından ora ayrıca dəmir yolu da çəkilib. Hətta danışırdılar ki, çölün o yerində iri mağazaları olan böyük bir şəhər də salınıb. Radiodan, danışıqlardan, qəzetlərdən kosmonavtlar və kosmik uçuşlar barədə də çox şeylər bilirdi. Bütün bu işlər bu yaxın illərdə görüldüyü halda onların çox şeydən xəbərləri yox idi. Halbuki Sabitcanın yaşadığı şəhər buradan qatarla gün yarımlıq yol olsa da, oradakı uşaqlar öz fəaliyyət xorunda oxuduqları mahnıda deyirdilər ki, onlar dünyada ən xoşbəxt uşaqdırlar. Çünki kosmonavt əmilər kosmosa onların torpağından uçurlar. Ancaq kosmodromu əhatə eləyən yerlərin hamısı qapalı zona hesab olunduğu üçün Yedigey bu yerlərin yaxınlığında yaşadığına baxmayaraq, kənardan eşidib bildikləri ilə kifayətlənməli olurdu. İndi budur, kosmik raketin ətrafa titrək işıq fəcri saçaraq, tüğyan edən gərgin alov içində sürətlə ulduzlu səmanın qaranlığına sancıldığını öz gözləri ilə gördü. Yedigey özünü sözünü çaşmışdı. Yəni doğrudan da o dalov içində adam var? Görəsən neçə nəfərdilər? 1 ya 2? Bəs necə olub ki, illərdən bəri burada yaşaya-yaşaya bir dəfə də olsun bu cür kosmik raket uçuşunu görməyib? İndiyə qədər kosmosa gör nə qədər uçan olub, hesabını da itirib. Bəlkə əvvəlki gəmilər gündüz uçublar. Əlbəttə, gün işığında bu boyda məsafədən onu görmək çətin ki mümkün olsun. Onda görəsən indiki niyə gecə uçdu? Görünür tələsik işdir ya da belə lazım imiş. Bəlkə də buradan gecə qalxır, amma ora çatanda gündüzə düşür. Sabitcan bir dəfə dedi axı, kosmosda hər yarım saatdan bir gecə-gündüzü əvəz eləyir. Özü də elə dedi ki, güya özü orada olub. Gərək ondan bir də soruşum. Sabitcan hər şeyi bilir. Bir istəyi varsa o da hər şeydən xəbərdar olan bilikli adam kimi görünməkdir. Hər necə olsa da vilayət şəhərində işləyir. Amma gözə kül üfürməyə olmasa. Axı nəyə lazım? Necə varsansa elə ol. Mən filan böyük adamla bir yerdə olmuşam. Nə bilim, filan rütbəli adama filan cür dedim. Amma bizim Caydaq Ədil bəy bir dəfə necə olursa onun iş yerinə gedir. Dediyinə görə Sabitcan gözləmə otağı ilə kabinet arasında hələk-vələk imiş. Sözü də bu olub.
Eşidirəm, Əlcəbbar Qəhrəmanoviç. Oldu, baş üstə Əlcəbbar Qəhrəmanoviç. Caydaq Ədil bəyin dediyinə görə o, Əlcəbbar, kabinetində oturub elə zəngin düyməsini basırmış. Bir dəqiqə oturub əməlli başlı danışmağa vaxt tapa bilməyib. Deməli bizim Boranlımız belə imiş. Nə isə özü bilər, necə var, elə də var. Heyf təkcə Qazanqapdan. Axı oğluna görə çox nigaran idi. Axır günəcən bir dəfə də oğlundan giləy güzar eləmədi. Getdi şəhərə, oğlunun gəlinin yanında yaşamağa. Özləri gəlib onu dilə tutub apardılar. Bəs axırı nə oldu? Bu başqa söhbətdir. Kosmik raketi gözdən itincəyə qədər izləyib, Yedigey o zindik gecədə bu cür fikirlərə gedirdi. O dayanıb həmin qəribə möcüzəyə xeyli tamaşa etmişdi. Odlu gəmi qalxır, getdikcə kiçilirdi. Nəhayət o kiçik bir nöqtəyə dönüb, ağ duman kimi qaranlıqda qeyb oldu. Yedigey başını bulayıb, beləcə qəribə ziddiyyətli duyğular içində yoluna davam etdi. Gördüyündən heyrətlənsə də o, eyni zamanda başa düşürdü ki, bu ona dəxli olmayan yad, yabancı, heyrət və qorxu doğuran bir şeydir. Birdən o dəmir yol kənarına qaçıb gəlmiş tülkünü xatırladı. Görəsən tülkü göyə tikilən bu odlu qasırğanı görəndə neyləyib? Yəqin yazıq özünü itirib, başını soxmağa deşik axtarıb. Bu gecə kosmik raketin fəzaya uçmağının şahidi olmuş Boranlı Yedigey bilmirdi. Bilə də bilməzdi ki, bu uçuş təcili və qəza uçuşu idi. Bu gecə kosmonavtla birlikdə fəzaya uçan kosmik gəmi heç bir raport verilmədən, təntənə filan olmadan, jurnalistlərin iştirak eləmədiyi bir şəraitdə Amerika Sovet proqramına əsasən il yarımdan bəri şərti olaraq tramplin adlandırılmış orbitdə Paritet kosmik stansiyasında baş vermiş fövqəladə hadisə ilə əlaqədar idi. Yedigey bunları haradan biləydi? Yedigey bunu da bilmirdi ki, bu gecə gördüyü hadisənin onun da həyatına dəxli olacaq. Özü də ona görə yox ki, sözün ən ümumi mənasında insanla bəşəriyyətin əlaqəsi qırılmazdır. Yedigey bunu da qətiyyən bilə bilməzdi ki, sarı özəkdən qalxmış kosmik gəmidən bir azca sonra planetin əks tərəfində Amerikadakı Nevada kosmodromundan eyni məqsədlə qalxan ikinci kosmik gəmi tramplin orbitində əks dövriyə ilə həmin Paritet stansiyasına yaxınlaşır. Kosmik gəmilər təcili surətdə Demiurg proqramını ifadə edən Sovet Amerika Birləşmiş İdarə Mərkəzinin dəniz bazası olan Konvensiya təyyarə daşıyan gəmisindən verilmiş əmrə görə göndərilmişdir. Konvensiya təyyarə daşıyan gəmisi öz həmişəki yerində Sakit Okeandakı Aleut adalarından cənubda Vladivostokla San Fransisko şəhərləri arasındakı məsafənin ortasındakı kvadratda idi. Birləşmiş İdarə Mərkəzi Bridamerk bu vaxt hər iki kosmik gəminin tramplin orbitinə çıxmasını gərginliklə izləyirdi. Hələlik hər şey öz qaydasında idi. Paritet kompleksi ilə birləşmək üçün lazımi manevrlər edilməli idi. Bu mürəkkəb iş idi. Paritet 12 saatdan artıq idi ki, Birləşmiş İdarə Mərkəzi konvensiyadan göndərilən siqnallara cavab vermirdi. Birləşməyə gedən gəmilərin də siqnalları cavabsız qalırdı. Dəqiq müəyyən etmək lazım idi. Paritetin ekipajına nə hadisə üz vermişdi. Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız sarı torpaq çöllərin göbəyi hesab edilən sarı özək düzənliyi uzanıb gedir. Coğrafiyada hər şey Greenwich meridianında ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə ölçülürdü. Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Naymanların dədə-baba qəbristanlığı sayılan Anabeyt qəbristanlığına Boranlıdan azı 30 kilometr yol vardı. Özü də gərək dəmir yoluna köndələn səmt tutub, kəsə yolla gedəsən. Sarı özək düzündə gərək fəhmini itirməyəsən, özünə arxayın olub, kəsə yolla getməyə ürək eləməsən, onda gərək dəmir yolun böyründəki adi yolla gedəsən. Bu yol xeyli uzundur. Çünki Qıysaqçay dərəsindəki döngədən Anabeytə çatmaq üçün gərək nə boyda dövrə vurasan. Başqa yol yoxdur. Sözün qısası 30 verst o başa, 30 da bu başa. İndiki Boranlılardan Yedigeydən başqa o yola bələd olanı yox idi. Doğrudur, qədim Beyit qəbristanlığı haqqında çox söz-söhbət eşitmişdilər. Amma vəziyyət elə gətirmişdi ki, hələ gedib Anabeyti öz gözü ilə görən olmamışdı. Əslində buna ehtiyac da yox idi. Uzun illər ərzində 8 evdən ibarət olan qəsəbəcikdə bu yeganə hadisə idi ki, adam ölmüşdü. Onu dəfn etmək lazım idi. Neçə illər qabaq bir qızcığaz sinəgir olub ölmüşdü. Valideynləri onu dəfn eləmək üçün öz vətənlərinə Ural vilayətinə aparmışdılar.
Bir neçə il əvvəl Qazanqapın arvadı bikə qarı xəstəxanada vəfat eləyəndə onu Boranlıya gətirməyi məsləhət bilməyib, elə Kumbeldə dəfn elədilər. Kumbel axı Sarı Özəkdə demək olar ki, ən iri stansiya idi. Bir də ki, qızı Ayzadə və kürəkəni orada olurdular. Heç olmasa qəbrinə göz yetirib baxardılar. O vaxt Qazanqap sağ idi, işini də öz bildiyi kimi tuturdu. İndi fikirləşir, götür-qoy edir, amma bir qərara gələ bilmirdilər. Amma Yediqey yenə də öz dediyinin üstündə durdu. İgidə yaraşmayan söhbətləri buraxın canım, deyə cavanların üstünə bozardı. Belə kişini öz dədə-baba yerimizdə, Anabeytdə dəfn edəcəyik. Mərhum özü belə vəsiyyət eləyib. Yaxşısı budur, gəlin sözdən işə keçək. Xeyli yolumuz var. Hazırlığa başlayaq. Səhər tezdən yola çıxırıq. Hamı başa düşdü ki, Yediqeyin qərar qəbul eləməyə haqqı var. Dediyinə də heç kim etiraz eləmədi. Doğrudur, Sabitcan işə bir pəl vurmaq istədi. O, həmin gün minik qatarları burada dayanmadıkları üçün yük qatarı ilə özünü yetirmişdi. Gələnə kimi atasının sağlığını ya öldüyünü qəti bilməsə də özünü çatdırmışdı. Görünür, elə bunu dəqiq bilməyə gəlməsi Yediqeyi mütəəssir eləmişdi. Hətta bir növ sevindirmişdi də. Hətta qucaqlaşıb bu böyük dərdin müsibətinə birlikdə ağladıkları anlar, dəqiqələr də olmuşdu. Yediqey sonralar buna görə özünə təəccüb elədi. O özü ilə bacara bilməyib, Sabitcanı bağrına basıb ağlaya hıçqıra deyirdi. Nə yaxşı ki gəldin, gözümün işığı, nə yaxşı ki gəldin. Elə bil onun gəlməyi ilə mərhum dirilib ayağa duracaqdı. Yediqey özü də başa düşə bilmirdi ki, niyə belə hönkürüb ağlamışdı. Ondan heç vaxt belə şey görünməmişdi. Kimsəsiz qalmış daxmanın həyətində Sabitcanla qucaqlaşıb xeyli ağlamışdılar. Nədənsə yaman kövrəlmişdi. Axı atasının sevimli oğlu olan Sabitcan uşaqlıqdan onun gözləri qabağında böyümüşdü. Onu Kumbelə dəmir yolçuların balaları üçün açılmış internat məktəbinə aparırdılar. İmkan tapan kimi gah yük qatarı, gah da dəvə ilə gedib ona baş çəkirdilər. Görsünlər Sabitcanın yataqxanada incidən yoxdur ki, ya özü cızığından çıxmır ki, necə oxuyur. Müəllimlər onun haqqında nə deyirlər? Bəs tətil günlərində onu neçə dəfə kürkə bürüb-büküb Sarı Özəyin şaxtasında, boranında, qar basmış çöllərdə Kumbelə aparmışdılar ki, dərslərinə gecikməsin. Yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə. Bunlar hamısı indi adama yuxu kimi gəlir. Budur, indi o vaxt ki, dəmbərəgöz, üzü gülən uşağın yerinə gözlüklü, əzik şlyapalı, köhnə qalstuklu yekə bir kişi gəlib dayanıb. Özü də vilayət şəhərində işləyir. Dərdi azarı da böyük vəzifə, rütbə sahibi kimi görünməkdir. Amma həyat deyilən şey ki var, çox məkirli bir şeydir. Böyük vəzifəyə çatmaq elə də asan başa gəlmir. Bir dəfə elə özü şikayətlənib deyirdi ki, qohum əqrabadan, yaxşıca tanış bilişdən arxan köməyin olmasa, deməli zəhmətin havayıdır. Mən kiməm ki? Boranlı deyilən bir razyezddə, Qazanqap deyilən birisinin oğlu. Bədbəxt, indi heç bəyənmədiyin o ata da yoxdur. Ölüb getmiş məşhur atadansa, ən fərsiz diri ata min qat yaxşıdır. İndi heç bu da yoxdur. Biraz sonra göz yaşları qurudu. Görüləcək işlərdən danışdılar. Bax, elə buradaca məlum oldu ki, Əziz Xəlləf Əllamə oğul atasını dəfn eləməyə yox, gəlib ki, tələm-tələsik bir çala qazıb, kişini quyulayan kimi tezcə də canını qurtarıb qayıtsın. Başladı ki, axı nəyə lazım uzaqlıqda Anabeytə getmək? Gör nə qədər boş yer var. Sarı Özək elə qapının kənarından dünyanın qurtaracağına qədər bomboş, kimsəsiz düzənliklər deyilmi? Məgər bu yaxınlıqda, münasib bir təpəcikdə, lap elə yanındaca qəbir qazmaq olmazmı? Ömrünü bu yerlərdə qoymuş qoca dəmiryolçu qatarların hərəkətlərini, səs-küyünü eşidib həm də bizdən razı qalar. Aralığa salıb köhnə bir məsəl də çəkdi. Ölü hazır, qəbir qazın. Artıq əskik danışmaq, uzatmaq nəyə lazım? Ölənin nə eyninə ki, onu harada bastırırlar, necə bastırırlar. İşi nə qədər tez görsən, ölünün də xeyrinədir, dirinin də. Bu sözləri deməklə o həm də özünə bir növ haqq qazandırmağa çalışdı ki, güya təcili görüləsi mühüm işləri var. Onu şəhərdə iş yerində gözləyəcəklər, vaxtı yoxdur. Məlum işdir, rəisdir. Onun nə vecinədir ki, qəbristanlıq uzaqdadır ya yaxında. Rəis öz sözünü deyir. Filan gün, filan saatda işə gəlməlisən, vəssalam. Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis. Yediqey ürəyində özünü qoca axmaq deyə danladı. Lap Qazanqapın oğlu da olsa bu tipi bağrına basıb hönkürtü ilə ağladığına xəcalət çəkdi. Skamya əvəzi divarın dibinə düzülmüş, şpalların üstündə 5 adam oturmuşdu. Yediqey ayağa qalxdı.
Adamların yanında ona ağır, acı söz deməkdən özünü zorla saxlayaraq mərhumun xatirinə susub ancaq bunu dedi. Yerə qalsa yer çoxdur. Nə qədər istəsən yer tapılar. Amma nədənsə adamlar öz qohum-əqrəbasını hara gəldi bastırmır. Yəqin bunun da bir mənası var. Yoxsa kimin torpağa heyfi gələrdi? Sustu. Boranlılar da susur, ona qulaq asırdılar. Yaxşı, siz burada bir qərara gəlin. Mən də gedim görüm orada işlər nə yerdədir. Sir sifəti qaralmış Yedigey ikrahla uzaqlaşdı ki, bir xata zad işlətməsin. Qaşları düyünlənmişdi. Çox sərt və qızğın adam idi. Elə adını da bir cəhətdən xasiyyətinə görə Boranlı qoymuşdular. İndi Sabitcanla tək olsaydılar, o utanmazın üzünə olmazın sözünü deyərdi. Elə kəsib tökərdi ki, ölənəcən yadından çıxmazdı. Amma arvad söz söhbətinə baş qoşmaq istəmədi. Arvadlar pıçıldaşır ki, oğula bir bax, elə bir atasının yasına qonaq gəlib. Əli ətəyindən uzun, bomboş. Qalanı başına dəysin, heç olmasa bircə büküm çay gətirəydi. Gəlini də elə. Şəhərli olanda nə olar? Hörmət eləyib gələ bilərdi. El qaydası ilə biraz ağlayıb oxşasaydı, ölməzdi ki. Vallah cəmaatda abır namus deyilən şey qalmayıb. Qazanqapın sağlığında 2 sağlam dəvəsi, 15-ə kimi qoyun quzusu olanda yaxşı idi. Onda arvadı da gəlirdi. Gəldi ki, kişinin olan qalanını da satdırdı. Güya ki, kişini yanlarına aparırlar. Əslində bütün hoqqaları özlərinə mebel və maşın almaq idi. Elə ki, məqsədlərinə çatdılar, daha kişi də lazım olmadı. İndi heç üzünü də göstərmir. Arvadlar yığışmışdılar, mələkə salsınlar, Yedigey yol vermədi. Susun, ölənin ruhuna hörmət eləyin. Bizim işimiz deyil, qoy özləri ayırd eləsinlər. O ağla tərəf getdi. Örüşdən qaytarılmış qara nər dirəyə bağlanmışdı. Hərdən hirslə nərildəyirdi. Bu həftə 1-2 dəfə sürü ilə bərabər nasos qoyulmuş quyunun yanına gəlib su içməyi nəzər alınmazsa, qara nər həftəni gecə-gündüz sərbəst gəzmişdi. Əclaf ipə sapa yatmırdı. İndi də öz narazılığını bildirirdi. Hərdən qəzəblə ağzını ayırıb, iri dişlərini göstərərək nərildəyirdi. Köhnə məsələ idi. Yenə də tutub bağlamışdılar. Ona da öyrəşə bilmirdi. Sabitcanın sözündən sonra ürəyi niskilli Yedigey qara nərin yanına gəldi. O elə əvvəlcədən bilirdi ki, belə də olacaq. Belə çıxırdı ki, doğmaca atasını dəfn eləməyə gəldiyi üçün hamı Sabitcana minnətdar olmalıdır. Bu işi o yük hesab eləyirdi və fikirləşirdi ki, bu artıq yükü üstündən mümkün qədər tez atmalıdır. Yedigey Sabitcanla ağız-ağıza verməyi lazım bilmədi. Onsuz da hər işi özü görməli idi. Sağ olsunlar, qonşular da əl yetirirdilər. Dəmir yolunda növbədə olanlardan başqa hamı sabahki dəfn mərasimi və ehsan üçün hazırlığa kömək eləyirdi. Qadınlar qonşulardan qab-qacaq yığır, samovarları sürtüb təmizləyir, xəmir qatıb çörək bişirirdilər. Kişilər də su gətirir, yollarda öz işini görüb qurtarmış, indi çürüməkdə olan şpallardan odun doğrayırdılar. Quru çöllərdə yaşayanlar üçün yanacaq da su qədər vacib şey hesab edilir. Bu ümumi işdə təkcə Sabitcan əl-ayağa dolaşır, öz yersiz söz söhbəti ilə onu bunu işindən gücündən avara eləyirdi. Nə bilim, vilayətdə filankəs filan işdədir, filankəsi işdən çıxartdılar, filankəsi də qabağa çəkdilər. Amma arvadının öz qaynatasını bastırmağa gəlməməsi heç vecinə də gəlmirdi. Lap məəttəl qalmalı iş idi. Sözündən belə çıxırdı ki, onun konfransı var. Bu konfransda da xarici qonaqlar iştirak edəcəklər. Nəvələrin heç adı çəkilmirdi. Nəvələr də məktəb yolunda can qoyurdular ki, aldıqları atestatları institutda girəndə işə yarasın. Belə də adam olar deyə Yedigey ürəyində söyürdü. Onlara ölümdən başqa hər şey vacibdir. Bu məsələ ona rahatlıq vermirdi. Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar? Nə yaşayırlar? Yedigey hirsini qara nərə tökdü. Nə səsini salmısan başına, timsahın biri timsah. Yedigey öz dəvəsinə çox nadir hallarda lap özündən çıxanda timsah deyərdi. Qara nərə timsah adını iri dişli ağzına və kinli xasiyyətinə görə gəlmə dəmir yolçular qoymuşdular. Kəs səsini timsah, qanımın qara vaxtı dişlərini qıraram. Dəvəni alıqlamaq lazım idi. Başı işə qarışdı, hirsi biraz soyuyub sakitləşdi. Qarşısında dağ kimi ucalan qara nəri baxışları ilə oxşadı. Yedigey boyca uca olsa da, əli qara nərin başına çatmırdı. Dəvəni yatmağa məcbur elədi. Əlindəki qamçının sapı ilə dəvənin döyənək olmuş dizinə döyə-döyə zəhmlə kıx elədi. Nər bərkdən nərə çəkib narazılığını bildirsə də, sahibinin əmrinə tabe oldu. Dizlərini altına qatlayıb, döşünü yerə verərək çöküb toxtadı. Yedigey işə başladı. Dəvəni tam qaydası ilə alıqlamaq, ev tikmək kimi çətin işdir.
Alığı hər dəfə təzədən düzüb qoşmaq lazım gəlir. Bu da xüsusi bacarıq və güc istəyir. İllah qaranər kimi bir dağ ola. Boranlının dəvəsi Qaranər adını da nahaqdan almamışdı. O, qapqara, kilkəli başı, qulaqlarının dibinəcən bitmiş sıx qara saqqalı, nərlərin yaraşığı, boynunun altı ilə dizinəcən sallanan qara burum yalmanı, belində qoşa qala kimi ucalan donqarı və bütün bu gözəlliyə nöqtə qoyan quyruğunun ucundakı qara saçaqlı qotaza görə almışdı qara adını. Bu da eyni zamanda həm qara, həm də böyük demək idi. Nərin qalan yerləri, boynunun üstü, döşü, böyürləri, ayaqları, qarnı əksinə açıq şabaldı rəngində idi. Qara nər elə rənginə və qamətinə görə şöhrət qazanmışdı. Qara nər nərlik dövrünün ən gözəl çağındaydı. 3-cü 10 illiyə təzəcə qədəm qoymuşdu. Dəvələr çox yaşayırdılar. Görünür, elə buna görə də anadan olandan 5 il keçməlidir ki, yerinləsin. Özü də 2 ildən bir doğur. Balasını da qalan heyvanlardan çox qarnında gəzdirir. Ən çətin odur ki, köşəyi 1 il, il yarım qoruyasan, çölün acı küləklərindən soyuqlayıb tələf olmasın. Sonra daha ona zaval yoxdur. Nə soyuqdan qorxacaq, nə istidən, nə susuzluqdan, böyüyüb boyatacaq. Yedigey belə şeyləri yaxşı bilirdi. Buna görə də boranlı qara nəri gümrah saxlayırdı. Qara nərin sağlamlığının və gücünün əlaməti belindəki çubuğun kimi bərk donqarları idi. Bu qara nəri bir vaxt ona yup-yumru, tüklü ördək balasına oxşayan südəmər vaxtında qazanqab bağışlamışdı. Yedigey cəbhədən qayıdıb Boranlıda məskən salıb kök atanda vermişdi bu dəvəni ona. Yedigey özü də cavan bir oğlan idi. Heç ağlına da gəlməzdi ki, burada ömürlük qalıb saç-saqqal ağardacaq. Hərdən bir o illərin fotosuna baxıb gözlərinə inanmırdı. Yamanca dəyişib, saç-saqqalı hətta qaşları da ağarıb. Söz yox, sifəti də dəyişib, amma yaşına görə bədəncə hələ möhkəm idi. Ağırlaşmamışdı. Bığ saqqalı da elə bil öz-özünə əmələ gəlmişdi. Əvvəlcə bığ buraxdı, sonra da saqqala toxunmadı. İndi də özünü saqqalsız heç təsəvvürünə gətirə bilmirdi. Saqqalsız olmağını elə çılpaq olmaq kimi bir şey bilirdi. O vaxtdan nə qədər sular axmışdı. İndi Yedigey xıxlanıb oturan, hərdən də uzun boyunlu, kilkəli başını döndərib şir kimi nərə çəkərək dişlərini ağarda-ağarda narazılığını bildirən nəri gah səsi, gah da əli ilə hədələyərək toxtadır, işləyə-işləyə o illərdə olub keçənləri xatırlayır, xatırladıqca da yumşalırdı. Yedigey alığı, noxtanı, qalan bənd bağı yerbəyer eləyənəcən xeyli əlləşdi. Bu dəfə alığın altından dəvənin belinə əlvan, xallı naxışlı, qədim tikməklə işlənmiş bir səfər tərliyi saldı. Axırıncı dəfə bu tərlikdə qaranəri nə vaxt bəzədiyi heç yadına da gəlmirdi. Ukubala tərliyi yaman qoruyub saxlayırdı. İndi fürsət düşmüşdü. Qara nəri səfərə hazırlamaq üçün çox əlləşməli oldu. Tax rəvan düzəldənə qədər onun belinə Ukubalanın qısqanclıqla qoruyub saxladığı əlvan naxışlı, qədim tikməli tərliyi saldı. Qəzanın işinə bir bax, gör nəyə qismət oldu bu təmtəraq. Halalı olsun. Boranlı qara nər hazır olanda Yedigey onu ayağa durğuzdu və öz işindən razı qaldı. Hətta ürəyində fəxr də elədi. Qotazlı tərliklə bəzənmiş 2 donqarı arasında ustalıqla taxt rəvan qoyulmuş qara nərin çox əzəmətli və cüssəli görkəmi vardı. Qoy bu cavanlar, xüsusilə bax o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə kədərli də olsa çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var. Birində musiqi çalınır, bayraq sallanır, başqasında yayılım atəşi, o birində gül-çiçək əkilləri. O, özü isə Boranlı Yedigey, sabah tezdən matəm mərasimi üçün qotazlı tərliklə bəzədilmiş qara nərin üstündə gedəcək. Dünyada ona ən əziz adam olan Qazanqapı öz əbədi mənzilinə, ana beytə yola salacaq. Bütün yolu intihasız və kimsəsiz sarı özək düzənliyindən keçərkən ancaq Qazanqap haqqında düşünəcək. Mərhumun öz vəsiyyətinə görə onun cənazəsini Dədəbaba qəbristanlığında torpağa tapşıranda da onu düşünəcək. Aralarında belə bir danışıq olmuşdu. Bəli, ana beytə gedən yol yaxındır ya uzaq dəxli yoxdur. Qazanqapın bu vəsiyyətini yerinə yetirmək fikrindən Yedigeyi heç kim daşındıra bilməzdi. Hətta mərhumun öz doğmaca oğlu da. Qoy hamı bilsin ki, ayrı cür ola da bilməz. Onun qara nəri də bu məqsəd üçün bəzədilib hazırlanıb. Qoy hamı görsün deyə Yedigey qara nəri yedəkləyib evlərinin qabağından keçirtdi. Sonra da gətirib Qazanqapın daxmasının qabağında bağladı.
Qoy hamı görsün. Ola bilməz ki, Boranlı Yedigey verdiyi sözü yerinə yetirməsin. Yedigey dəvəni sahmanlayan vaxt Caydaq Ədil bəy fürsət tapıb Sabitcanı kənara çəkdi. Gəl çəkilək kölgəyə, sənə sözüm var. Orada onların söhbəti çox çəkmədi. Ədil bəyin onu dilə tutmaq fikri yox idi. Hər şeyi açıq, düznəqulu dedi. Bilirsən nə var Sabitcan? Allaha şükür elə ki, atanın Boranlı Yedigey kimi vəfalı dostu var. Mane olma, qoy kişini el adəti ilə bastıraq. Tələsirsən, çıx get, saxlamırıq. Sənin yerinə özüm bir ovuc torpaq artıq ataram. Ata mənimdir, özüm bilərəm, deyə Sabitcan yenə də höcət eləmək istəyəndə Ədil bəy onun sözünü yarımçıq kəsdi. Ata sənin olmağına sənindir, amma sən özündə deyilsən. Sabitcan duruxdu. Sən də söz danışdın, dedi. Gəl bu ağır gündə sözləşməyək. Qoy ana beyit olsun, yaxşı. Dediyim odur ki, uzaqdır. Söhbət də bununla qurtardı. Yedigey qara nəri göz qabağında bağlayandan sonra qayıdıb Boranlılara üst tutub dedi. Kişiyə yaraşmayan söhbətləri qurtarın. Bu cür kişini ancaq ana beyitdə bastıracaq. Heç kəs etiraz eləmədi. Hamı kirimişcə razılaşdı. Həmin axşam və gecəni qonşular mərhumun daxmasının qabağında keçirdilər. Şükür ki, hava da yaxşı idi. Gündüzün istisindən sonra sarı özəkdə payız qabağı axşamlar sərin olurdu. Dünyanı nəhayətsiz, küləksiz, alatoran sakitlik bürümüşdü. Sabahki ehsan üçün kəsilmiş qoyunu elə şər qarışandaca soyub təmizlədilər. Sonra tüstülənən samavarın yanında çay içdilər. Olub keçəndən danışdılar. Sabahki dəfn mərasimi üçün demək olar ki, bütün işlər görülüb qurtarmışdı. Bircə o qalırdı ki, sabah açılsın, ana beytə yol alsınlar. Həmin gecə sakit və rahat keçdi. Dünyada ömür sürmüş, saç-saqqal ağartmış bir adam öləndə belə də olur. Ömrünü sürüb köçdü. Artıq dərd eləmək nəyə lazım? Boranlıya həmişəki kimi yenə də qatarlar girirdi. Biri şərqdən, biri qərbdən. Təzədən biri qərbə, biri də şərqə yol alırdı. Bəli, o gecə ana beytə getmək ərəfəsində vəziyyət pis deyildi, əgər xoşagəlməz hadisə nəzərə alınmasaydı. Həmin gecə Ayzadə münasib yük qatarı ilə atasının dəfn mərasiminə gəldi. Hönkürtü çəkib gəldiyini bildirəndə arvadlar onu araya alıb səsinə səs verdilər. Xüsusilə Ukubala Ayzadəyə qoşulub özünü həlak eləyir, hönkürü bağlayırdı. Ayzadəyə ürəyi yanırdı, gözlərinin yaşını tökə-tökə ağı deyirdi. Sakitləşmək bilmirdilər. Yedigey Azadəyə təsəlli vermək istədi ki, daha nə eləmək olar? Yazıya pozu yoxdur, bir təhər dözüb qatlaşmaq lazımdır. Amma Ayzadə sakitləşmək bilmirdi ki, bilmirdi. Belə şey tez-tez olur. Çoxdan bəri yığılıb ürəyində qubar bağlamış dərdini cəmaatın qabağında açıb tökmək üçün atasının ölümü bir fürsət idi. Saçları ağlamaqdan şişmiş sifətinə dağılıb tökülən Ayzadə atasının meyitinə üst tutub hönkürtü çəkir, arvadlara məxsus bir əda ilə öz qara bəxtindən şikayət edib deyirdi ki, nə dərdinə qalanı, nə təsəlli verəni var. Cavanlıqdan bədbəx olub, əri əyyaş, uşaqları başsız böyüksüz, səhərdən axşamacan stansiyada avaralanırlar. Sabah birisi gün quldur olub qatarlarda soyğunçuluq eləyəcəklər. Böyüyü içməyə başlayıb, milisdən gəlib xəbərdarlıq eləyiblər ki, belə getsə işi prokurora veriləcək. Bəs o, başına nə daş salsın, 6 uşaqla necə bacarsın? Atalarının heç vecinə deyil. Onun doğrudan da vecinə deyildi. Tamam biganə və məxmur, qüssə xəyal içində oturmuşdu. Amma bu halı ilə yenə də necə olmasa yığışıb qaynatasının dəfninə gəlmişdi. Oturub bir tərəfdə pis qoxulu ucuz siqaretindən çəkirdi. Arvadların qara qışqırığı onun üçün təzə şey deyildi. Bilirdi qışqırıb bağırıb yumşalacaqlar. Bu məqamda qızın qardaşı Sabitcanın işə qarışmağı yersiz çıxdı. Hər şey də elə bundan başlandı. Bu harada görünüb? Nə oyundur açırsan? Atanı dəfn eləməyə gəlmisən, yoxsa özünü biabır eləməyə? Qazaq qızı hörmətli atasının cənazəsi üstündə belə ağı deyərmi? Məgər qazaq arvadlarının ağı deməsi 100 illərin nəsilləri üçün əfsanəyə, nəğməyə çevrilməyibmi? O ağların təsirindən bircə ölülər dirilməyib. Dirilərin hamısı göz yaşlarına qərq olub. Bu ağlarda mərhum həmişə tərif olunub, onun ləyaqəti göylərə ucaldılıb. O vaxt qadınlar bax belə ağlayıblar. Bəs sən nə eləyirsən? Başlamısan ki, yazığam, bədbəxtəm, nə bilim nəyəm. Ayzadəyə də elə bil bu lazım idi. O təzə qüvvət almış kimi, qəzəblə biraz da bərkdən qışqırmağa başladı. Ağıllıya alimə baxın, get əvvəlcə arvadının başına ağıl qoy.
Bu gözəl sözlərini əvvəlcə onun beyninə yerit. Bəs niyə gəlib o dediyin ağlardan bizə öyrətmir? Gəlib atamız üçün biraz oxşasaydı, günah olardı. O ifritə də, sən əclaf da qocanı üryan qoydunuz. Mənim ərim əyyaş olsa da buradadır. Bəs sənin o baş bilənin hansı cəhənnəmdədir? Bacısının həyasızlığını görəndə Sabitcan yeznəsinə qışqırmağa başladı ki, Ayzadənin səsini kəssin. Onun da birdən cini vurdu başına, cumub Sabitcanı boğazlayıb boğmağa başladı. Boranlılar coşub bir-birinə girişmiş qohumları güc bəla ilə ayıra bildilər. Hamı xəcalət çəkib utanırdı. Yedigeyin qanı bərk qaraldı. Onların necə adam olduqlarını bilirdi, amma işin bu çilləyə minəcəyini gözləmirdi. Hirsi soyumamış ikisinə də xəbərdarlıq elədi. Əgər siz bir-birinizə hörmət eləmirsinizsə, heç olmasa atanızın xatirəsini ləkələməyin, yoxsa ikinizi də qapıdan qovaram, heç nəyə baxmaram. Onda özünüzdən küsün. Bax, dəfn ərəfəsində belə xoşa gəlməz əhvalat oldu. Yedigeyin qanı lap qaraldı. Yenə də tutqun sifətində qaşları çatıldı. Yenə də suallar qəlbini didişdirdi. Bu uşaqlar haradan əmələ gəlib? Axı bunlar niyə bu günə düşüblər? Qazanqapla birlikdə onları göydən od yağan istidə, boranlı soyuqda da Kumbel internat məktəbinə aparanda bunumu arzulayırdılar. Arzuları bu idi ki, uşaqlar oxuyub adam olsunlar, adam içinə çıxsınlar, daha bu sarı özək çölündə çürüyüb qalmasınlar. Sonra valideynlərini günahlandırıb deməsinlər ki, bizi oxutmadılar, bizə lazımınca tərbiyə eləyib təhsil verə bilmədilər. Amma hamısı alt-üst oldu. Bəs niyə görəsən böyüyü belə adam olmadılar ki, baxanda ürək bulanmasın? Yenə də Caydaq Ədil bəy köməyə gəldi, həssaslıq göstərdi. O axşam Yedigeyin vəziyyətini xeyli yüngülləşdirdi. O Yedigeyin nələr çəkdiyini yaxşı başa düşürdü. Məlum şeydir ki, dəfn mərasimində mərhumun övladları əsas simadır. Bu həmişə belə olub. Nə cür utanmaz, yaramaz olsalar da gərək birtəhər canını dişinə tutub dözəsən. Buna görə də bacı ilə qardaş arasında yaranmış qanqaralığı birtəhər malalamaq üçün Ədil bəy kişiləri evə dəvət elədi. Sözü də bu oldu ki, nə var həyətdə oturub ulduzları sayırıq, gedək çaydan zaddan içək. Caydaq Ədil bəyin evində Yedigey elə bil tamam bambaşqa bir aləmə düşdü. O bu evə əvvəllər də qonşu kimi gələrdi. Hər dəfə də razı qalıb Ədil bəyin ailə səadətinə ürəkdən sevinmişdi. Bugün burada daha çox qalmaq istədi. Bu nəsə daxili ehtiyac idi. Sanki itirdiyi gücünü, qüdrətini təzədən burada tapmaq istəyirdi. Caydaq Ədil bəy də başqaları kimi yol xidmətçisi idi. Başqalarından da artıq qazanmırdı. Hamı kimi o da quraşdırma taxta evin yarısında 2 otaq və mətbəxdən ibarət olan mənzildə yaşayırdı. Digər ki, burada tamam başqa həyat hökm sürürdü. Təmiz, işıqlı və rahat bir həyat. Hətta bu adi piyalələrə süzülmüş çay da, hansı ki hamının evində var, Yedigeyə şəffaf şam balı kimi şirin gəldi. Ədilbəyin arvadı da həmçinin görkəmi görkəm, evdarlığı da göz qabağında gül kimi. Yedigey onlara baxıb özlüyündə fikirləşdi ki, qalıb yaşayarlar, sonra da münasib yer tapıb köçərlər, köçsələr hayf olar. Kirş çəkmələrini artırmada çıxarıb içəri otaqda corablı ayaqlarını qoşalayıb bardaş quran Yedigey bugün ilk dəfə hiss elədi ki, bərk yorulub, həm də acıb. Kürəyini taxta divara söykəyib sustu. Qalan adamlar isə çox hündür olmayan qabaq stolun dövrəsində oturub, olub keçəndən danışırdılar. Əsl söhbət sonra başlandı. Aralığa qəribə bir söhbət düşdü. Yedigey dünən gecəki kosmik raket uçuşunu yaddan çıxarmışdı. Ancaq belə şeyləri bilən adamlar elə şeylər danışdılar ki, Yedigey də fikirləşməyə məcbur oldu. Doğrudur, eşitdikləri onun üçün kəşf deyil, intihası danışılan sözlərə, özünün bu sahədə məlumatsızlığına təəccübləndi. Buna baxmayaraq içində də olsa xəcalət çəkmədi. Başqalarını bu qədər maraqlandıran kosmik uçuşlar onun üçün çox uzaq, möcüzə kimi yad bir şey idi. Hər nə isə dünən öz gözləri ilə gördüyü kosmik raketin uçuşu onu sarsıdıb valeh eləmişdi. Ədil bəyin evində də bu söhbət bundan gedirdi. Əvvəlcə oturub şubat içirdilər. Dəvə südündən hazırlanmış kumis. Şubata söz yox idi. Səhərin köpüklü, biraz da xumarlı. Vaqonla gələn yol təmir briqadasından bəziləri bu şubatın lap ölüsü idilər. Onlar buna sarı özək pivəsi deyirdilər. Bu evdən araq da çıxdı. Boranlı Yedigey yeri gələndə məclisdən kənara çəkilməz, başqaları ilə bahəm içərdi. Amma bu dəfə imtina elədi. Bununla da zəndinə görə başqalarına bildirmək istədi ki, indi belə şeyə həvəs göstərmək yaramaz və sabah qabaqda uzaq çətin yol var.
Yedigeyi narahat eləyən bir də o idi ki, qonaqlar xüsusilə Sabitcan araqdan vurub üstündən şubat içirdilər. Şubatla araq cüt qoşulmuş köhlən at kimi bir-birinə yaraşır, adamı yaman keyfləndirir. Bunun heç yeri deyildi. Yekə kişilərə necə deyəsən içmə. Özləri gərək həddini bilsinlər. Yedigeyə az-çox təskinlik verən Ayzadənin əyyaş ərinin araq içməməsi idi. O ancaq şubat içirdi. Görünür başa düşürdü ki, qaynatasının dəfnində keyflənib sərələnmək olmaz. Buna onun nə qədər səbri iradəsi çatacaqdı, bunu bir Allah bilirdi. Uzun qollarını ekskavator çalovu kimi yaxına, uzağa uzadaraq hamıya vaxtında şubat süzən Ədil bəy boş piyaləni doldurub stolun başından Yedigeyə uzada-uzada dedi. Yedigey, dünən gecə sizi növbədə əvəz eləyəndə təzəcə getmişdiniz ki, birdən göy elə çatladı ki, yerimdə silkələndim. Baxdım ki, kosmodromdan göyə raket qalxdı. Çox nəhəng şeydi, lap araba oxu kimi. Siz də gördünüz? Gördün də sözdür, ağzım açıla qaldı. Gücə bax ey. Odun içində gedirik. Nə əvvəli var, nə axırı. Vahimə bastı məni. Neçə vaxtı buradayam, hələ belə şey görməmişdim. Elə mən özüm də birinci dəfə gördüm belə şeyi, deyə Ədil bəy də təsdiq elədi. Paho, əgər sən boyda adam belə şeyləri birinci dəfə görürsə, daha onda bizim danışmağa haqqımız yoxdur, deyə Sabitcan onun boyuna sataşmaq istədi. Caydaq Ədil bəy onun sözünə fikir verməyib, ötəri qımışdı. Mənlik nə var ki, deyib əlini yellədi. Baxıram, özüm öz gözlərimə inanmıram. Yuxarıda od alov içində nəhəng bir şey guruldayır. Deyirəm, hə, kimdirsə yenə qalxdı kosmosa. Yaxşı yol. Elə o dəqiqə əlimi atdım tranzistora. Onu həmişə yanımda gəzdirirəm. Öz-özümə dedim ki, bu saat yəqin radio ilə xəbər verəcəklər. Axı həmişə göyə bir şey uçan kimi kosmodromdan xəbər verirlər. Diktor da sevindiyindən elə danışır ki, elə bir mitinqdədir. Adamın tükləri biz-biz olur. Düzü Yedigey, çox istədim ki, uçanın kim olduğunu öyrənim. Axı onu gözümlə görmüşdüm, amma bilmədim. Neynirdin ki, deyə Sabitcan hamını qabaqlayıb soruşdu. O içkinin təsirindən turp kimi qızarıb buğulanırdı. Bilmirəm, axır ki bir xəbər vermədilər. Çəkib saxladım mayakın dalğasında. Bircə kəlmə də demədilər. Ola bilməz canım, sən nəsə qarışdırırsan. Sabitcan yenə də yekəxanalıqla etiraz elədi. Tələsik bir qədəh də araq vurub, üstündən şubat içəndən sonra davam etdi. Kosmosa hər uçuş ümumdünya əhəmiyyətli hadisədir. Başa düşürsən, bu bizim elm və siyasətimizin şöhrətidir. Niyə xəbər vermədilər bilmirəm. Son xəbərlərə də qulaq astım radioda. Qəzetlərin xülasəsinə də. Sabitcan başını buladı. Mən öz yerimdə işimdə olsaydım, hər şeyi bilərdim. Heyf lənət şeytana. Bəlkə də burada başqa bir iş var. Əşi, indi biz orasını nə bilək? Amma elə ürəyimə danmışdı ki, vallah, deyə Ədil bəy səmimiyyətlə boynuna aldı. O kosmonavt elə bil mənim özümünkü idi. Gözümün qabağında uçdu. Deyirdim, bəlkə lap bizim uşaqlardandır. Ay sevinərdik ha. Bir də gördün, iş elə gətirdi ki, görüşdün də. Yaxşı olardı. Sabitcanın ağlına nə gəldisə, tələsik Ədil bəyin sözünü kəsdi. Hə, başa düşdüm. Görünür adamsız gəmi imiş. Təcrübə məqsədi ilə buraxıblar. Ədil bəy ona əyri-əyri baxdı. Necə yəni adamsız? Təcrübə variantıdır, başa düşürsənmi? Eksperimentdir. Yoxlayırlar. Pilotsuz nəqliyyat gəmisidir. Kosmik gəmi ilə birləşməyə gedir. Hələ məlum deyil ki, bu təcrübədən nə çıxacaq. Əgər hər şey yaxşı uğurlu olsa, onda radio ilə xəbər verəcəklər. Lap qəzetlərdə yazacaqlar. İstənilən nəticəni verməsə, onda heç bir xəbər verməyəcəklər. Elə elmi təcrübə olaraq da qalacaq. Ədil bəy təəssüflə alnını ovuşdurdu. Mən də sevincək olmuşam ki, kosmosa canlı adamın uçmağını görmüşəm. Sabitcanın bu izahından hamı pərt idi. Buna görə də sustular. Söz-söhbət görünür elə bununla tamama yetəcəkdi. Amma Yedigey özü də bilmədən təzədən söhbəti tərpətdi. İgidlər, deməli belə çıxır ki, kosmik gəmi orbitə çıxıb. Özü də adamsız. Bəs onu kim idarə eləyir? Necə yəni kim, deyə Sabitcan əllərini yellədi və qalib nəzərlərlə avam Yedigeyə baxdı. Yedigey, orada hər şey radio ilə idarə olunur. Yerdən, mərkəzdən idarə etmə sistemindən komanda verilir. Hər şey radio ilə idarə olunur. Başa düşürsən, lap kosmik gəmidə adam olmuş olsa belə, raketin uçuşu radio ilə idarə olunur. Əgər kosmonavt bir şey eləmək istəsə, gərək icazə alsın. Kaketay, əzizim, bu sənin üçün qara nər deyil ki, minib sarı özək çöllərində sürəsən. Orada məsələ çox mürəkkəbdir, çox.
Belə deyə Yedigey özündən asılı olmayaraq təəccübləndi. Boranlı Yedigey üçün radio ilə idarə etmək sisteminin özü anlaşılmaz bir şey idi. Onun başa düşdüyünə görə radio uzaq məsafədən efirdə eşidilən söz və səslərdən ibarət idi. Axı cansız bir şeyi radio ilə necə idarə etmək olar? Əgər gəminin içində adam varsa, bu başqa məsələ. Ona necə göstəriş verərlərsə, elə də eləyər. Bunu belə elə, filanı da elə. Yedigey onu düşündürən bu şeyləri soruşmaq istəsə də, amma üz vurmadı. Fikirləşdi ki, dəyməz. Nəsə ürəyi heç cür barışa bilmirdi. Ona görə də sustu. Çünki Sabitcan bildiklərini güzəştli bir əda ilə danışırdı. Yəni ki, öz başınız heç nədən çıxmaya məni avara hesab eləyirsiniz. Hələ üstəlik o əyyaş yeznəm də hücum çəkib məni boğmaq istəyirdi. Amma görürsüz, belə şeyləri mən hamınızdan yaxşı bilirəm. Gözümüz aydın, Yedigey fikirləşdi. Səni havayı yerə oxutmamışıq ki, gərək bizim kimi kəmsavadlardan artıq bir şey biləsən ya yox. Boranlı Yedigey bunu da fikirləşdi ki, beləsini rəhbər vəzifəyə irəli çəksələr, hamını qırıb çatar. Tabeçiliyində olanların hamısını məcbur edər ki, əlləməlik eləsinlər. Eləməsələr salar gözüm çıxdıya. Özü hələ əl buyruqçusudur, amma çalışır ki, heç olmazsa bu sarı özəkdəsə hamı ağzını açıb ona tamaşa eləsin. Sabitcan elə bil doğrudan da Boranlıları mat qoyub çaşbaş salmaq fikrində idi. Tək bacısı və yeznəsi ilə aralarında baş vermiş rüsvayçılıqdan sonra Boranlıların nəzərində qiymətini qaldıra bilsin. Buna görə dünyada baş vermiş ağla gəlməz möcüzələrdən və elmi nailiyyətlərdən danışmağa başladı. Hər dəfə də araqdan vurub, şubatla məzələndikcə qızışır, elə şeylər danışırdı ki, yazıq Boranlılar doğrudan da çaşbaş qalırdılar. Bilmirdilər ki, nəyə inansınlar, nəyə yox. Siz bir özünüz ağlınıza vurun. O gözlüyünü parıldadaraq hamını kamına çəkirmiş kimi odlu baxışlarla süzürdü. Əslinə qalsa biz bəşər tarixinin ən xoşbəxt adamlarıyıq. Bax Yedigey, bizim aramızda ən ağsaqqalı sənsən. Sən Yedigey, yaxşı bilirsən ki, əvvəllər necə idi, indi necədir. Bunu nəyə görə deyirəm? Keçmişdə insanlar Allahlara inanırdılar. Qədim Yunanistanda güya bu Allahlar Olimp dağında yaşayırmışlar. Onların nəyi Allah idi? Sarsağın biri idilər. Əllərindən nə gəlirdi? Bir-biri ilə düşmənçilik eləməkdə də az çıxartmışdılar. Amma adamların həyatını dəyişə bilmirdilər. Heç bu barədə fikirləşmirdilər də. Əslində bu Allahlar heç yerli dibli olmayıb. Hamısı uydurma miflər, nağıllardır. Bizim Allahımız bambaşqa. Onlar bizimlə yanaşı yaşayırlar. Bax burada, bizim sarı özək torpağımızda. Elə bununla da bütün dünya qabağında fəxr eləyirik. Onları bizlərdən heç birimiz nə görürük, nə də tanıyırıq. Bu heç lazım da deyil. Qanun da buna yol verməz ki, hər yetən şırkınbay, mırkınbaylar onlara əl verib salam desinlər. Bəs kefin əhvalın necədir? Elə əsl Allah da onlardır. Bax elə sən özün Yedigey. Təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır. O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək ki, adamlar da radio ilə idarə olunacaq. Bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü? Adamlar uşaqlardan tutmuş böyüyə kimi hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafi naminə buna da nail olmuşdur. Dayan bir görüm. Elə tutub ki, ali mənafi naminə. Ali mənafi naminə. Caydaq Ədilbəy onun sözünü kəsdi. Sən məni bir əməlli başa sal. Nəsə yaxşı başa düşmürəm. Belə çıxır ki, bizlərdən hər birimiz yanımızda tranzistor sayaq, kiçik bir radio qəbul edici gəzdirməliyik, verilən əmrləri eşitmək üçün. Bu indi hər yerdə var ki, ay məzən olsun, məgər söhbət bundan gedir? O boş şeydir, uşaq oyuncağıdır. Heç kim heç nə gəzdirməyəcək. İstəsən lap lütüryan gəzdi olan, amma gözə görünməyən radio dalğaları, biotik adlanan şey daim sənə və sənin şuuruna təsir edəcək. Belədir. Bəs sən nə bilmişdin? İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, güya sərbəstcə azad gəzib dolanır. Özü bildiyi kimi, əslində isə lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qayda üzrə. İstəyir ki, oxuyasan, siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır, siqnal oynayacaqsan. İşləməyin lazımdır, işləyəcəksən. Özü də necə işləyəcəksən. Oğurluq, əyrilik, xuliqanlıq, cinayət hamısı unudulub gedəcək. Belə şeylər haqqında ancaq köhnə kitabları oxumaq lazım gələcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq. Bütün əməlləri, fikirləri, bütün arzuları.
Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır. Yəni o qədər doğub törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər cəmiyyətin mənafeyi naminə. Ali mənafeyi deyə Caydaq Ədil bəy rişxəndlə düzəliş verdi. Tamamilə doğrudur. Dövlət mənafeyi hər şeydən üstündür. Birdən mən mənafesiz, zadsız istədim ki, arvadla necə deyim bir balaca o söz. Onda necə? Əzizim Ədil bəy, heç nə çıxmayacaq. Belə şey heç ağlına gəlməyəcək. İstəyir lap dünya gözəli göstərsinlər. Heç gözünün ucu ilə də baxmayacaqsan. Ona görə ki, sənə bunun əks biotoklarını qoşacaqlar. Belə şeylərin də haqq hesabını çəkəcəklər. Arxayın ol. Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atılacaqsan. Paraşütlə atılan, göz qırpmayacaqsan. Atom minası ilə tankın altına gir, partlat. Gözüm üstə, bir göz qırpımında. Soruşsaz ki, niyə belə? Ona görə ki, qorxmazlıq biotokları verilib vəssalam. Deməli, adamda heç bir qorxu filan olmayacaq. Bax belə. Ay göpçüsən ha, ay boşboğaz, gör neçə il oxumusan, başına ağıl qoyan olmayıb, deyə Ədil bəy səmimiyyətlə öz təəccübünü bildirdi. Oturanlar açıqca qımışıb gülürdülər. Yerlərində qurcuxur, başlarını bulayırdılar, yəni yamanca yaxır, amma qulaq asırdılar. Göpçuluğuna göpçudur, amma maraqlı, eşidilməmiş şeylər danışır. Qoy danışsın, hamı bilirdi ki, araq onu götürüb əməllicə dəmlənib. Şubatla qurtum-qurtum yellətdiyi araq öz işini görüb. Qoy nə çərənləyir çərənləsin. Qulağı ağzının dediyinə cavabdeh deyil. Haradasa nəsə eşidib, nəyin yalan, nəyin doğru olduğunu haradan biləsən. Yedigeyi birdən əməlli başlı qorxu bastı. Bizim bu boşboğaz heç də boş yerə çərənləyib qırıldanmır. O narahatlıqla düşündü. O bunu haradasa oxuyub ya da qulaq ucu eşidib. Axı bir bəd xəbər eşidən kimi göydə tutur. Bəlkə dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə Allahlıq eləmək iddiasındadırlar. Sabitcan ona qulaq asıldığını görüb elə hey doğrayıb tökürdü. Eynəyinin tərləmiş şüşələri altında qaranlığa düşmüş pişiyin bəbəkləri kimi onun da bəbəkləri genişlənib qaralmışdı. Arağı da qurtumlayıb şubatla məzələnirdi. İndi də əllərini ölçə-ölçə okeanda Bermud üçbucağı deyilən bir şey barəsində yoplamağa başladı. Güya o yerdə gəmilər harasa qeyb olur. Bu yerdən uçan təyyarələr əlli ayaqlı yoxa çıxır. Bax, bizim vilayətdə birisi xaricə getmək üçün özünü lap həlak eləyirdi. Güya ki, orada yel əsib qoz tökülüb. Axır ki, istədiyinə çatdı. Başqalarını sıxışdırıb uçdu okeanın o tayındakı Urugvaydı, Paragvaydı, nədir ora. Elə o gedən getdi. Bermud üçbucağının üstündən keçəndə təyyarə əlli ayaqlı yoxa çıxıb. Buna görə də dostlar, axı nəyə görə kimdənsə xahiş eləyib icazə almalıyıq, kimisə sıxışdırıb kənara atmalıyıq. Biz elə Bermud üçbucağı olmasa da keçinərik. Öz doğma torpağımızdaca can sağlığı ilə yaşasaq bəsimizdir. Gəlin öz sağlığımıza içək. Yenə də başlandı deyə Yedigey özlüyündə söyləndi. Bu saat öz məşhur kəlamını deyəcək. Başa bəladır. Dilinə dəyən kimi kələfin ucunu itirir. Necə demişdi, elə də oldu. Öz sağlığımıza içək deyə Sabitcan təkrar edib süzülən bulanıq gözlərlə oturanlara baxır, imkanı çatdıqca üzünə ciddi mənalı görkəm verməyə çalışırdı. Bizim sağlığımız ölkənin ən qiymətli sərvətidir. Deməli, bizim sağlığımız dövlət əhəmiyyətli bir sərvətdir. Bəli, bəli. Biz elə də sən deyən sadə adamlar deyilik, dövlət adamlarıyıq. Bir də onu demək istəyirəm ki, Boranlı Yedigey onun tostunun ardını gözləməyib, yerindən dik durub evdən çıxdı. Qaranlıq artırmada nəyə isə ilişib taqqıltı-şappıltı saldı. Görünür, ayağı boş vedrəyə ya da başqa nəyəsə toxunmuşdu. Tələm-tələsik açıq havada qalıb, soyumuş kirs çəkmələrini geydi. Dilxor və əsəbi halda evlərinə yollandı. Yazıq Qazanqap deyə bığlarını gəmirərək sakitcə öz içində inlədi. Belə də şey olar, nə ölü qanır, nə diri, nə dərd, nə azar. Oturub vurur özü üçün, elə bir qonaqlığa gəlib, heç vecinə deyil, heç dəxli var deyinən, söz tapıb, dövlət sağlığı hər dəfə də içəndə bu oyunu açır başımıza. Allahın köməyi ilə sabah işi halal himmətlə başa vuraq, üçünü verən kimi rədd olub getsin başımızdan. Bir də üzünü heç görməyək, kimin nəyinə dərmandır. Amma Caydaq Ədil bəyin evində sən demə əməlli başlıca oturubmuşlar. Gecəni yarı eləmişdilər.
Yedigey sarı özək gecəsinin ayazmış havasından sinə dolusu ciyərlərinə çəkdi. Sabah havanın da həmişəki kimi aydın, yağmursuz və kifayət qədər isti olacağı gözlənilirdi. Həmişə belədir. Gündüzü isti, gecəsi soyuq, adama titrətmə gəlir. Buna görə də bütün çöllük quraqlıq içindədir. Bitkilər heç cürə uyğunlaşa bilmir. Gündüz istidə günəşə boylanır, qəddini düzəldir, su istəyir, gecələr də ayaz vurur. Bu səbəbdən də ancaq dözümlüsü baş saxlayır. Cürbəcür tikan kolları, çoxlu yovşan, bir də ki, yarğan ağzında adda-budda əmələ gələn qarışıq növlü otlar olur ki, bunları da qışa ehtiyat düzəltmək üçün biçirlər. Boranlı Yedigeyin köhnə dostu, geoloq Yelizarov bəzən buranı keçmiş nağıl kimi təsvir edib deyirdi ki, buralar nə vaxtsa zəngin ot ələfi olan otlaq yerləri olubmuş. İqlimi də tamam bambaşqaymış. Yağışlar da indikindən azı 3 dəfə çox yağarmış. Söz yox ki, güzaran da bambaşqa imiş. Sarı özəkdə naxırlar, ilxılar, sürülər gəzib. Yəqin bunlar lap keçmişlərdə olub. Bəlkə də qəddar yadelli tayfa olan juanların buraları tutduqları vaxtlardan da qabaq olub. İndi onların heç izi tozu da qalmayıb tarixdə. Təkcə qulaqlarda sədaları qalıb. Yoxsa bu qədər adam sarı özəyə necə yerləşib dolana bilərdi? Yelizarov havayı yerə demirdi ki, sarı özək çöllülərin tarixində unudulmuş bir kitabdır. O belə hesab eləyirdi ki, heç Anabeyit qəbristanlığı haqqındakı söhbətlər də təsadüfi deyil. Bəzi üzdən-iraq alimlər ancaq kağızda yazılanlara tarix deyirlər. Bəs o vaxt hələ kitab filan yazılmayıbsa, onda necə olsun? Yedigey razyezddən keçən qatarların səsini dinlədikcə qəribə bir oxşarlıqla müharibədən əvvəl sahilində doğulub yaşadığı Aral dənizinin fırtınalı günlərini xatırladı. Axı Qazanqapın özü də oralı, Aral qazaxlarındandı. Elə buna görə də dəmir yolunda işə gələndə bir yerli kimi tapışıb dost olmuşdular. Sarı özəkdə də doğma mənzillərinin xiffətini eləmişdilər. Ölümündən biraz əvvəl yaz qabağı Qazanqapla birlikdə Arala getmişdilər. Sən demə qoca Aralla halallaşmağa, vidalaşmağa gəlibmiş. Kaş heç getməyəydilər. Tamam qanqaralığı oldu. Sən demə dənizin suyu çəkilir, Aral quruyub əriyir. Sahilə çatanacan əvvəllər su olan, indi isə boş, girli torpaqlardan ibarət yerlərə 10 kilometrlərlə yol getməli olmuşdular. Bax, elə buradaca Qazanqap demişdi, dünya yaranandan Aral da yaranıb, indi də quruyub yox olur. Onda qalmışdı ki, insan ömrü olsun. Qoca onda bir söz də dedi, sən məni ana beytdə bastırarsan Yedigey. Boranlı Yedigey əlinin arxası ilə gözünə dolan yaşı sildi, öskürdü ki, boğazının qəhərini təmizləsin və Qazanqapın daxmasına getdi. Yaz saxlayan arvadlar Ayzadə, Kubala və o biri arvadlar hamısı buradaydı. Boranlı arvadlarından kimin əli boşa çıxırdısa, gəlirdi bura ki, həm bir yerdə olsunlar, həm də bəlkə bir köməkdən zaddan lazım oldu. Ağılın yanından ötəndə Yedigey yerə bastırılmış dirəyin yanında bir anlığa ayaq saxladı. Qotazlı tərliklə alıqlanıb bəzədilmiş qaranər bura bağlanmışdı. Ayın süd işığında dəvə fil kimi nəhəng, sakit və qüdrətli görünürdü. Yedigey özünü saxlaya bilməyib, heyvanın böyrünü şappıldadıb dedi, ay maşallah. Elə daxmanın girəcəyində özü də bilmədən nədənsə dünənki gecəni xatırladı. Qar tülküsünün dəmir yola yaxınlaşmağını, onu vurmağa cürət eləməyib daşı yerə atmağını, sonra da evə gedəndə uzaq kosmodromdan göyün ənginliklərinə o dalov içində start götürən kosmik gəmini yadına saldı.